ekran paylaşımı görünür. Görebilirsiniz. Gəlmə, gəldi. Ha, gəldi. Tamam. Gəldi. Mən də Syncway-lə biraz Synectica görürsən, adlarına görə bəzən qarışıq gəlir mənə. Syncway və Synectica. Kitabınız qarşınızda. Belə buradan oxuyuram kitab. Tamam. Demək, PDF var da əlinizin altında. İşarələr qoya bilirsiniz. Xeyr, qoya bilmirəm. Dəftəriniz var yanınızda. Məndə var. Syncway nədir? Syncway, keçən dəfə də dediyim kimi, bəzən beşlik deyirlər, bəzən 5 parçalı şeir deyirlər buna. Piramida formasındadır Syncway dediyimiz. Synectica belə dedəcələmə. Synecticada keçən səfər dediyim kimi sinektiklər var, ümumiyyətlə xarici ölkələrdə. Bizdə hələ bu model o qədər dərindən inkişaf etməyibdir. Hər hansısa bir problemi olan şirkət, ondan sonra istehsalçı, hər hansısa bir müəssisə müraciət edir onlara, problemləri gəlirlər, baxırlar, axtarırlar, arayırlar, qoyurlar ortaya və eyni zamanda qarşılıqlı olaraq onun qarşılığında da problemin həlli yollarını qoyurlar. Müəssisənin rəhbəri olan tərəf demək, həmin onun maliyyəsinə baxır, həlli yoluna baxır və s. baxır. Yəni, qərarı verən müəssisə tərəf olur. Sinektiklərsə həmin müəssisəyə öz təkliflərini, həll yollarını verirlər. Aydındırmı? Və bu sinif mühitində necə həyata keçirilir? Sinif mühitində sinektikanı həyata keçirərkən şagirdlər yenə də demək, ekspert qrupuna bölürsünüz. Sinektiklər, sinektika dedikdə. Yadınızda qalacaqmı belə? Və biri tərəf problem qoyur. Bəli, problemi qoyan tərəf olur orada və problemin həlli yollarını təklif edən tərəf olur. Problemin hansı həll yolunu seçmək isə problemi olan tərəfin üzərinə düşür. Misal üçün, sizin probleminiz var, problemi qoyan tərəfsiz, mən də sinektiklərdənəm. Problemlərə baxdıq, problemin kökünü, mənşəyini aradıq, axtardıq və həlli yollarını mən təklif edirəm sizlərə. Siz problem yiyəsisiniz, aydındırmı? Mən isə sinektikdən problemin həll etməyə gəlmişəm. Sinektikada belədir. Və sizlərin təklif etdiyiniz problemə qarşılıq mən bir neçə həll yolu göstərirəm. Deyək ki, bir 3 dənə həll yolu qoydum ortaya və bu həll yollarından siz özünüzə uyğun olan bir dənəsini seçirsiniz və fikrinizi burada əsaslandırırsınız. Niyə mən məhz bu yolu seçdim? Niyə mən bu həll yolunu götürdüm? Aydındırmı? Və beləcə müzakirə əsaslı dərs alınır. Müzakirə nəticəsində də şagirdlərdə həm tənqidi təfəkkür, həm əgər onlar həll yolları təklif edirlərsə, yaradıcı bir yanaşma varsa, həm də yaradıcı təfəkkürdə formalaşmış olur. O ki, qaldı Syncway məsələsinə yenə də qeyd etdiyimiz kimi, Syncway 5 parçalı şeir də deyilir, 5lik də deyilir və 5 pillədən ibarətdir. Birinci və sonuncu mərhələlər isim sözü ilə başlayır və bitir. Məsələn, tutalım ki, deyək ki, hər hansısa bir əsər təhlil edirsiniz və yaxud da sizin ixtisas nə idi? Cəmləməlmə. Biologiya. Biologiya. Məsələn, tutalım ki, canlılar isim olaraq qoydunuz bura. Nə? Canlılar, düzdür. Qoydunuz yuxarı. Sonra 2 dənə o canlılara aid demək, sifət yazırsınız. Məsələn, nə yaza bilərsiniz? Siz yazmayacaqsa, uşaqlara verəcəksiniz bunu. Və yaxud da konkret olaraq canlılardan bir neçə dənə nümunə seçirsiniz. Qruplarda da bunu edə bilərsiniz. Tutalım ki, mövzunuz canlılardır. Birini götürdünüz insan, birini götürdünüz heyvan, birini götürdünüz quş, nə bilim, birini götürdünüz balıq. Hər qrupa bir dənə verdinizmi? İndi bizdə deyək ki, insandır. Burada bir dənə başlanğıcda insan var isim olaraq. Buradan o yanasını biz qrup olaraq yazacağıq. Məsələn, insana aid 2 dənə sifət. Nə yaza bilərik? Amma bu ismə aid olacaq. Hə. Sifət də necə, nə cür, hansı? Necə? Ağıllı, misal üçün ağıllı, məntiqli,
Mən iki dənə, yox, insan sözünü demirik. Sadəcə sifət işlədirik. Ağıllı, İfaməsi, vergül, məsəl üçün, ağıllı, o, vergül, infansizmə. ağıllı, vergül, məntiqli. İki dənəsini götürdük, eləmi? Və yaxud ağıllı, vergül, qoçaq. Nə bilim, nə gəldi də yazacaqlar, sifət olsun. Amma bu isimlə əlaqədar olsun. Bizim də ismimizlə əlaqəli oldu mu, insan ilə əlaqəli oldu. İndi 3 dənə feil. Qidalanır, nə edir? Tənəffüs edir, nə bilim, qaçır, oturur, durur. 3 dənə, yalnız 3 dənə feil. İndi 4 sözdən ibarət söz birləşməsi və ya cümlə qurmalıdır. Amma buradakılardan olmasa daha yaxşıdır əvvəl işlətdiklərindən. İnsan canlıların ən alisidir. 4 sözdən ibarət, deyək ki, bir cümlə qurdu. İndi gəldik bura. Həmin yuxarıda qeyd olunan bütün fikirləri yenə bir isimlə ümumiləşdirir. Amma insan yaza bilmərik, artıq insan burada var. Aydındırmı? İndi burada ümumiləşdirib nə yaza bilərik? Misal üçün, yazdım Adəm övladı. Adəm övladı. Misal üçün, ümumiləşdirdim. Aydındırmı? İndi o birisi qrupda götürüb, onda da balıq idi, eləmi? Balığı götürüb. Burada başda bir dənə balıq yazmısınız, piramidanı vermişsiniz onlara, qrup tapşırıq vərəqələrini rəngarəng bəzəmişsiniz, amma heç nə yazmamışsınız. Onlar artıq... Ay, sağ olun. Yazdılar 2 dənə sifət. Sonra 3 feil. Üzür, nə bilim, nəfəs alır, qidalanır. Eləmi? Qidalanır. 3 dənə də feil getdi. Balıq, omega ilə zəngin qidadır. Yazdı mı? 4 dənə sözdən ibarət cümlə. Söz birləşməsi də olar, cümlə yazdıq indi biz. İndi balığı burada bir dənə isimlə ümumiləşdirəcək uşaqlar. Həmin qrup, balıq olan qrup. Xordallar tipinə aiddir. Yox, bircə dənə, bir dənə. Xordalılar. Vəssalam. Xordallılar. Tipinə aiddir sözü lazım deyil. O 4-cü də ola bilərdi. Balıq, xordallar tipinə aiddir. 4 dənə kəlmə ilə bir cümləni bitirir. Xordallı. Vəssalam, ümumiləşdirdiniz, ümumiləşdirdilər, yazdılar. O birisi qrupda biri insan idi, biri balıq idi, biri heyvan idi, o birisi də quş idi. Yəni bu şəkildə təhlil edə gedirlər. Aydındırmı? Və yaxud da bu əgər fizikadırsa, tutalım ki, burada qoydu, nə bilim, ağırlıq qüvvəsi. Nə? Ağırlıq qüvvəsi isim. Ona aid olan 2 dənə sifət götürdü, ona aid olan 3 dənə feil götürdü. Ümumiləşdirib bir dənə demək 4 sözdən ibarət cümlə qurdu, sonra da ümumi bir fikirlə onu ifadə etdi. Misal üçün, ağırlıq qüvvəsi hansı alimə aid idi, onun adını da yaza bilər burada, əlaqələndirdi. Aydındır? Vəssalam, yazdı bura. Sonra, informatikadırsa, yenə də informatikada nə edəcək? Tutalım, burada yazdı, printer. Sifətə aid olan printerlə bağlı nəysə yazdı və yaxud da kompüter yazıb da kompüterlə bağlı necədir, nə cürdür, sonra 3 dənə feil onunla bağlı, 4 sözdən ibarət cümlə, sonra da ümumiləşdirdi. Adını qoydu, nə bilim, yapay zəka, misal üçün. Aydındırmı? Yəni, bu şəkildə həyata keçirilir. Bunun adı nə idi, indi deyin görüm kitaba baxmadan. Bu sinkveyindi, sinektikadır. Ay, son sinkveyindi. Sinektikada nədir? Sinektika, sinektiklər. Yadınızda saxlayın, sinektiklər var. Belə bir peşə var xarici ölkələrdə, bizdə yoxdur. Necə ki, reklam şirkətlər var, reklam yerləri var, sinektiklər də var. Aydındırmı? Yəni, güclü sinektiklər var. Hər hansısa bir deyək ki, nə bilim, ZAKS bürosu var, reklam bürosu var, hər hansısa bir müəssisə var, eləcə də sinektiklərində belə bir qurumları var ki, onlar pullu şəkildə xidmət edilir və çox da yaxşı pullar qazanırlar, çünki çox belə mükəmməl həlli yolları təklif edirlər. Aydındır? Sağ olun ki, burada sual verdiniz. Buyurun. Şimdi yadda qalan oldu, olmadı, onu artıq bilmirəm. Yenə də baxın. Tamam. Başqa burada kiminsə nəysə çatışmamazlıq, yəni mövzu məzmunla bağlı, mənim izahımda tam olaraq aydınlıq olmayan bir məqam varsa, siz də sualınızı verin, keçək yeni dərsə. Keçək, birdən sualımız olsa verərik yenə. Yəni, əslində bu suallar çox əla bir şeydir. Niyə? Çünki
həm ola bilsin kimsə sual verməkdən çəkinir, onun üçün tamamlamış oldunuz. Həmçinin sualın üzərinə gəldikcə artıq müzakirə olunduqca daha çox yadda qalır. Bəs mən də ona görə istəyirəm ki, üsullar çoxdur. Bəli. Bəzən adamı yadından çıxıb qarışdırırsan. bəli. Çoxdur da üsul. Sinektikanı baxın, sinkviyençilər deyə bilirik, yox, sinkviyençilər demirik də, sinektiklər deyirik. Bu şəkildə yadda saxlaya bilər. Sinektiklər varsa problem həll etmə var, sinkviyen varsa demək 5-likdən gedir söhbət. Aydındırmı? Demək, indi gəldik belə də yadda saxlaya bilərsiniz. Sinektika, sinek türk dilində deyəsən hər hansısa böcəyin, yəni milçəyin adıdır deyəsən. Sinek, bu şəkildə də sinektika. Demək, indi gələk öz mövzumuza. Öyrənmə tərzlərini dedik. Kim sözünü yoxlamadı öyrənmə tərzini? Diferensial yanaşmanı dedik. Səhifə 93-də qalmışdıq, səhv etməmsə. Problem əsaslı öyrənmə. Problem əsaslı öyrənmə nədir? Elə bax, həmin o üsullardan, indi az öncə dediyimiz qərarlar ağacıdır, sonra demək, sinektikadır. Bax, bunları siz problem əsaslı dərslərin qurulmasında istifadə edə biləcəyiniz çox mükəmməl iş üsullarıdır ki, siz onlardan istifadə edə bilərsiniz. Demək, problem əsaslı öyrənmə də təbii ki, burada da şagird mərkəzi olacaq dərs, yəni şagird yönümlü olacaqdır. Əsas məzmunun, əsas təlimin mərkəzində dayanan şagird olacaq. Sizlər isə yalnız fasilitatorluq edərək, yəni onları doğru istiqamətdə yönəldəcəksiniz. Demək, şagird mərkəzi öyrənmə modellərindən biri də problem əsaslı öyrənmədir. Project Based Learning baş hərfləri ilə ingilis dilindən tərcümədə PBL kimi oxunur. Və bu demək olar ki, bütün ölkələrdə artıq bu cür yanaşmalardan istifadə olunur. Biz hələ də ənənəvidə təəssüf ki, qalmışıq. Kitaba baxırıq, kitabdan filan səhifəni oxuyun, filan dərsi öyrənin, gəlin danışın, dərsini bilirsənmi, nə bilim, nə, bu şəkildə yanaşırıq. Belə olan halda təbii ki, sonra da deyirlər ki, Azərbaycanda təhsil batdı, getdi və s. Əslində təhsili batıran elə təhsilin, belə deyək, təməl daşını qoyanlar, yəni bizlərik. Bizim qarşımıza qoyulan tələbləri nə qədər ki, biz yerinə yetirməyəcək və zamanın devrin tələbinə uyğun hərəkət etməyəcək, o qədər də batıb gedəcək. Sonra deyirlər ki, kurikulum yaxşı şey deyil. Kurikulum nə deyir ki? Deyir, dünya ilə ayaqlar, cəmiyyətini sən də irəli apar. Biz isə cəmiyyət irəli getmək istəyən cəmiyyəti məktəb olaraq, müəllim olaraq ənənəviyə zorla bloklayırıq, ənənəvidə saxlayırıq. Demək, problem əsaslı öyrənmə hansı mərhələlər üzrə etibar edir? Təbii ki, burada da problem əsaslı deyil ki, yəni əsas məğzində, kökündə problem dayanır. Demək olar ki, indiki təlimlər, yəni kurikulumun tələbləri məhz problem əsaslı təlimdir. Yəni o 45 dəqiqənin başlanğıcından problemi qoyursunuz ortaya, sonuna qədər həm şagirdlər müzakirə edir, həm öyrənir, həm yaradır, həm tənqidi təfəkkür formalaşır. Yəni hər tərəfli bir sözlə inkişaf etmiş olurlar. O problemin həlli yollarını siz bilirsiniz müəllim olaraq. Amma onu şagirdlərə biraz maraqlı tərzdə təqdim edib problemi, onların özünün o problem həlli yollarını tapması, o onlar üçün həm yadda qalan olacaqdır, həm də onları gələcəkdə də yaradıcılığa ruhlandıracaq. Problemi ifadə edən açıq tipli sualın təqdim edilməsi. Bunu ilk öncə motivasiya hissəsində, yəni aktuallaşdırma hissəsində, dərsin ilk mərhələsi üçün də qoya bilərsiniz. Problemi aydınlaşdırmaq, müzakirə etmək, bilikləri təsnif etmək, problem haqqında nə bilirik, problem haqqında nəyi bilməyə ehtiyacımız var, mümkün həll yollarını ortaya qoymaq, nəticələri və həll yollarını bölüşmək. Bəzən olur ki, müəllimlər vurğulayırlar ki, olur ay müəllimə, amma biz burada çətinlik çəkirik, hər gün biz problemli situasiya yarat, problemli bir sual qoy ortaya, yəni bunu necə edəyik, ha fikirləşirik, adamın ağlına gəlmir. İndi Allah'a şükür, yapay zəka əsrində yaşayırıq və çox rahatlıqla bunu etmək mümkündür.
Məsələn, tutalım ki, bir dənə mənə mövzu adı deyin və gəlin ona bir dənə problem əsaslı öyrənməklə bağlı kiçicik bir sual, yəni məzmun qurmağa çalışaq. Mənə bir mövzu deyin, toxunmadığımız mövzulardan olsun, toxunmadığımız fəndən olsun. Kimin fənninə keçid edək? Bəli. Birləşirəm mən də problem. Biologiyadan çox nümunələr deyirik. Başqa hansı fəndən deyək? Kimyadan nə olsun? Kimya varımız idi bu qrupda. Fizika, kimya, fizikadan da desəz yaxşı olur. Tamam. Fizikadan mənə bir mövzu deyin. Misal üçün, tutalım ki, ən çətin bildiyiniz mövzunu deyin. Ən çətin bildiyiniz, yəni nə baxımdan, Yəni, bunun dərsinin qurulması çox çətindir. Bilmirəm mən bu dərsi necə qurum ki, rahat şəkildə uşağa mənimsədim. Dediyiniz bir mövzunu deyin mənə. Elə bir çətin deyəndə hamısının özünə görə çətinliyi var da. Başa düşürəm, yəni uşaqların biraz gec mənimsəyəcəyi, Cazibə onları cəlb qüvvəsindən ola bilərmi? Cazibə qüvvəsi. O daha Cazibə rahatdır. qüvvəsi asan dərsdir. Çox asandır. Yəni, o çox asandır. Məsələn, sürtünmə qüvvəsi, və yaxud da nə bilim kvantlar, işıq kvantları, optika hansı sizə rahatdır? Fərqi yoxdur mənim İşıq üçün. kvant. Heç fərqi İşıq yox. kvantları. Tamam, olsun işıq kvantları. Ekran görürsünüz də yəqin. Bəli. Bir vaxt olacaq bunlar bizi bloklayacaq robotlar. İndidən mehriban danışaq bunlarla. Demək, fizikadan neçənci sinif? 11-ci sinif ya da 9-dadır işıq kvantları. Bir hissəsi 9-da, biri də 11-də. 9-dur. İndi baxın. Problem əsaslı dərs planı. Baxırsınız, heç 1-2-3 demədən artıq hazırdır. Fən fizika, sinif 9-cu sinif, mövzu işıq kvantı. Dərsin məqsədi. İndi siz burada, mən indi burada qoymadım da, həmin dərsin standartı var. Standartı da burada yerləşdirib soruşsanız, mükəmməl şəkildə sizə standart uyğun təlim nəticəsindən tutmuş qiymətləndirməyə qədər, sonra məqsədlərə qədər hər birisini yazacaq. Dərsin məqsədləri qoyub 3 dənə məqsəd. Şagirdlər foton anlayışını və enerjini izah edə biləcək, kvant nəzəriyyəsinin işığın təbiətini izah etməsini başa düşəcək, real həyatda kvantların tətbiqlərinə nümunələr gətirəcək. Uyğundur sizin mövzuya, mən çünki başım çıxmır ha. Düzmü verdi? Bəli, bəli, çox gözəl. Sonra dərsin gedişi, gəldi dərsin gedişinə. Uzun-uzaq niyə saatlarla oturub başınızı ağrıdıb plan yazırsınız, hazırdır. Problemin təqdimatı, təəccübləndir və maraq oyat. Görürsünüz, hətta mənə istiqamət verir. Sual. Günəşdən gələn işıq bizi necə hiss edir? Baxın, artıq aktuallaşdırma mərhələsidir və maraqlı suallarla müraciət edir. Əgər işıq maddə deyilsə, o zaman necə enerji daşıyır? Baxın, artıq biraz da dərinə getdi, düşündürdü. Şagirdlər bu suala cavab axtarmağa başlayacaq. Problem üzərində düşünmə. Fərdi və qrup işi. Baxın, hətta onu da verir. Şagirdləri 3-4 nəfərlik qruplara böl. Bax, sizə istiqamət verir. Amma siz indi bunu proqram olaraq götürəndə yazacaqsınız. Şagirdləri 3-4 nəfərlik qruplara bölürəm. Qruplara belə bir tapşırıq verirəm. Amma burada deyil, tapşırıq ver. İndi onu özünüz düzəldəcəksiniz də hazır olan bir şeydir. İşığın enerji daşıdığını sübut edən gündəlik həyat nümunələri tapın. Məsələn, günəşdə isinmə, günəş batareyalarının işləməsi, fotoelektrik effekt, bir neçə nümunəni də özünüz səsləndirə bilərsiniz və yaxud da sadəcə tapşırığı verirsiniz. Yeni biliklərin təqdimatı, öyrən və araşdır. Minik bir slayd şousu və ya video, minik deyil də kiçik, yəni yarı Türkiyə, yarı Azərbaycan dilində verir.
Aşağıdakı anlayışları təqdim et. Yəni sizə deyir bunu müəllim olaraq, yəni mənə deyir. Mən sual verdim, deyir təqdim et. Mən də burada proqramda yazacağam, təqdim edəcəm. Foton nədir? Fotonun enerjisi necə hesablanır? Düzmü hesablayıb burada? Planck sabiti, tezlik. Ola bilsin bu hərflərdə yanlışa yol verə bilər. Düzdür? Foton enerjisinin hesablanması. Y bərabərdir H vuraq F. Ərəblər olar. Tamam. Yəni İşığın orada- həm dalğa, həm də zərrəcik xüsusiyyətləri var. İstəsən sənə maraqlı qısa bir Bərabər animasiya. haşlaydı orada, hətta- prosta F veriblər. Siz onu düzəldəcəksiniz. Bu da F-dir. İndi baxın burada. Deyir ki, istəsən sənə maraqlı qısa bir animasiya linki də verə bilərəm. Yəni bununla bağlı mənə animasiya linki də verə bilər. Linkin üzərində vuranda da keçid edəcəm, maraqlı bir video göstərəcəm uşaqlara. İndi mən buna yazsam ki, bəli, mənə animasiya üçün linki də göndərəcək. İndi gəldik tətbiq etmə mərhələsi. Tapşırıqla möhkəmlət. Tapşırıqlar. Hər qrup bir real həyat hadisəsi seçsin. Baxın, yenə getdi real həyata. Daha maraqlı olmaq üçün. Günəş batareyası, televizorun pultu, fotokamera, yəni tapşırığı özünüz müəyyən edəcəksiniz. Və yaxud da deyə bilərsiniz ki, real həyat hadisəsini uşaqlar özünüz seçin. Çünki 9-cu sinif yetərincə düşüncəli uşaqlardır. Obyektin iş prinsiplərini izah etsin. Yəni uşaqlar etsin. İşıq kvantları burada necə rol oynayır. İstəsən tapşırığı poster hazırlamaq, mini prezentasiya şəklində təqdim etmək kimi də verə bilərsən. Baxın, mənə yollar da göstərir. Nəticə və refleksiya hər qrup öz tapıntısını təqdim edir. Sonra bir ümumi müzakirə keçirir. İşıq olmasaydı dünya necə olardı? İşıq kvantlarının həyatınızdakı rolu nələrdir? Artıq şagird bu suallarda son kişilik müzakirə zamanı cavablandırdıqca nə baş verir? Şagirddə də refleksiya. Anladım, başa düşdüm və s. Aydındırmı? Artıq burada refleksiya baş verir. İndi dərs üçün əlavə ideyaya baxaq. Dərsin əvvəlində çox qısa bir sual oyun keçirə bilərsən. Əlavə ideya da, bu görürsünüz, əlavə ideya da verir mənə. İşıq maddədir yoxsa enerji? İşıq hissəcikdir yoxsa dalğadır? Şagirdlər o ki, cərgəyə düzürlər. Bəzən bilmirəm, YouTube-da və s. də görmüsünüz yoxsa görməmisiniz. Bəli, xeyr deyə tez-tez cavablar verirlər. Bilən irəli çıxır, bilməyən çıxır sıradan, bilən bir də keçir arxaya, növbəti sual üçün bir də gəlir cərgəyə. Görmüsünüz o cür oyunları? Təlim oyunları. Ən çox tarixdə, coğrafiyada bunu edirlər. Siz də bu şəkildə suallar hazırlayıb, yəni dərsinizi daha maraqlı və daha zəngin edə bilərsiniz başlanğıcda. İstəsən sənə dərs üçün poster nümunəsi, qısa animasiya linki və ya formativ qiymətləndirmə tapşırığı hazırlaya bilərəm. İstəyirsən, misal üçün mən deyəcəm ki, formativi istəyirəm. Baxın, bu dəqiqə verəcək. Gördünüz, artıq hazırdır. 5 suallıq formativ. Təlimat. Hər sualı diqqətlə oxu və doğru cavab seç və yaz. Uşaq oxuyacaq. İşığın kvantı necə adlanır? Seçim etməlidir. Düzgün cavabları da verib mənim üçün. Planck sabitinin simvol və təxmini qiymətini yaz. Hesablama sualı. Artıq burada hesablama aparacaqdır. Burada da cavab görürsünüz, hesablayıb çıxarıbdır. Açıq sualdır. Doğru, yanlış. Həm işıq, həm dalğa, həm də zərrəcik xüsusiyyəti göstərir. Doğrudurmu, yanlışdırmı? Hələ o araşdırılır, hələ onu təsdiqi tapılmayıbdır. Yəqin tapıb ki, burada chat GPT artıq dünyanın yerin altını üstünü də bilir. Kainatdan da o yana çıxıbsa, yəqin artıq tapılıb bunun cavabı. Çünki burada doğru yazıb. Yox, bilirsiniz necə? Bəzən özünü dalğa kimi aparır, bəzən zərərcik. O xüsusiyyət, bəzi xüsusiyyətlərinə görə zərərcikdir, bəzi xüsusiyyətlərinə görə o enerji daşımağı, isitməyi, bax onlara görə o enerji daşıyırsa şüa kimi, bəzən də özünü zərərcik kimi aparır. Həm də diqqət edirsinizsə, formativin özündə belə addım-addım necə gəlibdir. Baxın, test sual birinci, işığın kvantı necə adlanır? Baxın, faktoloji bilikdir, düzdür? Və idrak taksonomiyasına nəzərən, bu tapşırıq idrakın hafizə yaddaş birinci mərhələsinə əsaslanır. İkincidə nə var? Simvol təxmini qiymətini yaz. Burada artıq nəyə keçir? Yəni əlaqələr olmalıdır, düzdür? Faktolojidən bəli, yox, faktoloji simvolu və təxmini qiymətini yaz. Hesablamada artıq prosesə keçəcəkdir burada hesablamada. Burada prosedual bilik. Konseptual. Burada prosedualdır. Doğru, yanlışda. Burada artıq tənqidi yanaşma məsələləri var, təhlil məsələləri var. Çünki təhlil etməsə bu bilməyəcək də doğrudurmu, yanlışdırmı və s. Əsaslandırmalı sual. Yəni burada da yenə fikrini əsaslandırmaqdır, bəli, dəyərləndirmədir. Faktlar, arqumentlər gətirmək, görürsünüz, yəni sualları belə özü necə seçibdir. İşıq kvantlarının real həyatda bir tətbiq nümunəsini qeyd et və izah et.
Hətta baxın mənə nə deyir? Deyir, istəsən bu formatı sənə Word formatının tərtibli şəklində də hazırlaya bilərəm. İstəyirsən bu dəqiqə desən bunu Word verəcək ki, al, apar get çap elə, payla uşaqlara. Sonunda da dərsin biliklərini yoxla. Müəllimə, biz belə proqramlar var, hazır. Məsələn, alırıq ya göndəririk, deməli bunlar hamısı bundan istifadə edir də. İndiyə kimi biz heç bunu bilməmişik. Mən şəxsən bilmirdim. Misal üçün bizim digər təlimlərimiz var. Sırf yapay zəka ilə bağlı və ödənişli təlimlərdir. Həmin təlimlərdə, yəni həddindən çox bir şeylər var. Bu indi mən sizə sadə bir yanaşmanı göstərdim sadəcə. Konkret olaraq proqramlar var ki, həmin proqramlar sizin həm gündəliyinizi yazır, həm universitet olsa, universitetdirsə silabusları yazır, tapşırıqları hazırlayır, çap edir, nə bilim videonu yaradır, nə bilim nələr, yəni etmədiyi bir şey yoxdur. Və o təlimimizin adı yapay zəka alətləridir. Yapay zəka alətləri. Onsuz da yəni zamanımız çox daralıb, düzdür, indiki mövcud vəziyyətdə. Ona görə bizim üçün əlverişlidir də. Onsuz da bunu siz pedaqoqlar bilirsiniz də. Bu bizi kütləşdirəsi deyil ki, illərin təcrübəsi var da bizdə, düzdürmü? Və yaxud universiteti bitirən, yeni bitirən tələbə belə. Yaxşıdır da. Bəli. Həm də ki, həm necə deyim, o yapay zəka ilə bağlı olan proqramları öyrənmək daha əlverişlidir. Nəinki bunlarla vaxt öldürmək istəyək də. Bəli. Çünki baxın, mənim nə qədər vaxtım getdi. Hardasa bir maksimum, biraz izah üzərində dayandım, danışdım, bir-bir oxudum deyə 5 dəqiqəm uzaqbaşı gedə bilərdi. Həm 5 dəqiqə, harada görülür ki, 5 dəqiqə mən həm proqramı tərtib edeyim, həm formatı hazırlayım, həm onu bir baxım gözdən keçirəm. Bu mümkün deyil. Əgər sizin sabaha tutalım ki, bir dənə 5-ci sinifdə, bir dənə 6-da, bir 7-də, bir 8, bir də 9-da, 5 fərqli sinifdə dərsiniz varsa, baxın, 5 fərqli proqram hazırlamalısınız. Doğrudurmu? Hətta, lap deyək ki, sabahları hamısı 5-ci sinifdir. Bundan məşğul olmaq lazımdır. Hə, inşallah, çünki bunlar sizdən tələb olunacaq. Demək, eyni zamanda sizdə tutalım ki, lap olsun 5-ci sinif, 5A, 5B, 5C. Bunların belə səviyyələri fərqlidir. Mən götürüm elə bütün 5-cilər üçün eyni proqram tutum. Sabah monitoring gələndə, kimsə gələndə, yəni bir baxanda görəcək ki, bu necə oldu 5A-da da, 5B-də də. Müəllimə elə eyni proqramda eyni dərsi keçirəm. O zaman sual yaranacaq. Yoldaşlar, bəs sinifin şagirdə səviyyəsi deyə bir şey var axı. Bu necə olur? Çox üzr istəyirəm. Allah. Hə. Səhər 8-də. Tamam, yaxşı, inşallah. Oldu. Hə, yaxşı, oldu. Sağ ol. Yox, məncə. Danışarıq dəstəyəm, sağ ol. Hə, yaxşı ki, bugünə salmışıq. Bax, sabah 8-də mənim getməli olduğum yer artıq reallaşdı. Demək, İndi gərək məzmunumuzun üzərinə. Yəni, gördüyümüz kimi, az öncə də dediyimiz kimi, problem əsaslı dərsləri qurmaq belə çox sadə və asandır. Hətta desəm, məsələn, mən orada desəm ki, biraz da maraqlı, başlanğıc sualı daha maraqlı qoy. Başqa hansı sual verə bilərsən, başqa nə edək, başqa necə yanaşma edək. Hətta onu belə mənə 10 dəfə istəsəm, 10 dəfə də fərqli bir yanaşmalar verəcəkdir. Şeir deyirsən, şeir yazır, yapay zəkalar. Söhbət bundan getmir də, yəni xüsusi yapay zəka alətləri var, mahnı yazan yapay zəka alətləri var. Məsələn, bu yaxından bizim qudalar nəvəm üçün bir musiqi yazdırdı. Ona 180 manat ya 80 manat bir pul keçirdilər. Mən desəydilər, mən deyərdim, yapay zəka ilə olan bir şeydir. Yəni, onların həmin oğlanların Instagramda səhifələri də var. Yəni, onlar götürürlər, nəyin üzərindən keçirlər bu cür yapay zəkanı. Bir gündə necə olur ki, 10 dənə musiqi bəstələyirlər, 20 dənə musiqi bəstələyirlər və onu yaxşı qiymədə də satırlar. Bacarana can qurbanı, yəni yaxşı bir şeydir. Bunun özü də bizim gəncliyin inkişafıdır. Amma biləndən sonra həmçinin pulumuza da qənaət etmiş oluruq. Mənə test qur, mənə test göndər, kiməsə test apar, yazdır. Hazır var da burada, nə istəyirsiniz edin. Mövzunu tollayın, orası sizin üçün öz hər şeyi hazırlayacaq. Demək, standartı da yeri gəlmişkən, standartınızı qoysanız daha mükəmməl bir nəticəniz olacaq. Standartı da mütləq yazın ki, yəni standartım budur, bu standartı reallaşdırmalıyam və bu standartın müəyyən bir hissəsini deyək ki. Demək,
Burada da bunları qeyd etdik, nümunəyə baxdıq. Bəli, Üzrlər, axşamınız xeyir daha. Sağ olun, geri hər vaxtınız xeyir. Bu proqramın adını, yəni yazıb bərdiniz. Bu sadəcə ChatGPT-dir və çox sadə ödənişsiz bir model idi bu. ChatGPT-dir. Bunu bunu siz telefona da yükləyə bilərsiniz, telefondan da istifadə edə bilərsiniz. Bunu e-maillə girmək olur, üstünə eləmədən başqa proqramdır. Yox, başqa proqramlar var. Sadəcə o ayrıca bir təlim modelidir. Yapay zəka alətləri adı altında proqram var konkret, yəni təlim paketi. Onu demək istəyir. Onu deyir. Ondan istifadə edə bilmərik də, biz eləməliyik. O ödənişli təlimlərdir. Niyə istifadə edə bilmirsiniz ki? O qədər maraqlı yapay zəka alətləri var ki. Deməli, onu sizə sonra əməkə saxlayarıq da, Allah qoysun imtahandan sonra. İnşallah. İmtahanı sağ-salamat yekunlaşdıraq. Zaten mən onları keçirəcəm. Çünki bu artıq tələbə çevrilib. Demək, Mirvari müəllimə də qoşuldu. Sonra Sevil müəllimə də qoşuldu. Müəllimə, bir şey soruşum da. Məsəl üçün, bu yapay zəkanı bilən müəllimə bundan istifadə edə bilir də. İndi tutaq ki, məsəl üçün, mən onu öz proqramımda yazdım. Başqa müəllimə də həmin şey yazanda bir məhv ya da yoxdur mu? Eyni bir şey olmayacaq. Baxın, mən bura yazsam ki, bu dəqiqə. Məsələn, bu fikri götürdüm. Səhifəni təmizlədim. Siz yazmadan da çox şey asılıdır. Yəni müraciətinizdən, qarşı tərəfi necə başa salmanızdan. Düşünün ki, sizin qarşınızda bir canlı var. Demək, burada artıq, baxın artıq metodu da qoydu. Problem əsaslı öyrənmə PBL. Demək, işıq yalnız dalğa sincoki maddələri qızdırır. Baxın, sual dəyişdimi? Günəşdən gələn işıq bizə necə istəyir və enerji verir? Əgər işıq yalnız dalğadırsa, necə olur ki, maddələri qızdırır? Sonra qruplarda fərziyyələrin irəli sürülməsi bayaq yox idi. Sonra işıq dalğa kimi hansı xüsusiyyətlərə malikdir, bəs işıq hissəcik kimi hansı hallarda davranır, kvant nədir və niyə belə bir anlayışa ehtiyac yaranır? Görürsünüz, dəyişdi artıq. Kiçik animasiya videoları əgər imkan varsa, sonra qısa mətn özündə cəmləyən faktlar, Einstein fotoeffekt izahı, Planck'ın kvant nəzəriyyəsi. Görürsünüz, burada artıq fərqli qoydu. Görürsünüz. Bunu sizlər də özünüzün bu saat telefonunuzda və ya kompüterinizdə həyata keçirsəniz, tamamilə fərqli bir şeylər verəcək. Yəni da onda bu hər şeyi özləri həll ediblər ki. Yəni hər dəfə fərqli, çox fərqli bir şeylər verəcəkdir. İndi gəlin qayıdaq mövzumuzun davamına. Yəni problem əsaslı dedikdə qeyd etdiyim kimi, yəni problem sualı, problem məsələni ortaya qoyursunuz. Gördünüz bizə problem əsaslı dərsi necə qurdu, problemi necə götürdü və dərsin davamlığı necə olur. Sadəcə bu bir nümunə idi. Siz də istəsəniz öz nümunənizi yarada bilərsiniz. Layihə və problem əsaslı öyrənmə modellərinin müqayisəsinə gələk. Bu sizə düşəcək mütləq şəkildə. Demək, problem əsaslı öyrənmə bir çox xüsusiyyətlərlə layihə əsaslı öyrənmə ilə çox oxşardır. Hətta onu layihə əsaslı öyrənmənin alt forması kimi təqdim edən mütəxəssislər də var. Bütün oxşar cəhətlərinə baxmayaraq, hər ikisinin bir-birindən fərqli xüsusiyyətləri var. Bax, bunu özünüz üçün mütləq şəkildə qeyd edirsiniz. Problem əsaslı öyrənmə və layihə əsaslı öyrənmə bir-birindən fərqlənir. Hər iki öyrənmə modelinin oxşar fərqli xüsusiyyətlərini müqayisəli şəkildə təqdim edirik. Hansılardır? Bax, burada özünüz üçün mütləq qeydlər götürün. Layihə və problem əsaslı öyrənmə modellərinin hər ikisi şagird mərkəzlidir bu öz yerində. Şagirdlərdə öyrənmə aktivliyi yaratması, tənqidi təfəkkür, problem həll etmək, əməkdaşlıq, inkişaf etdirməsi baxımından ortaq xüsusiyyətlərə malikdirlər. Çünki hər ikisində yaradıcı yanaşma və s. var. Hər ikisində problemin qoyuluşu var. Oxşar xüsusiyyətləri ilə birlikdə müəyyən məqamlarda bir-birindən fərqli tərəfləri də mövcuddur.
burada demək fərqli tərəflərini də göstərəcəkdir. Bir məqam qeyd etmək lazım ki, həm layihə, həm problem əsaslı öyrənmə müəyyən baza biliklərinin olmasını şərtləndirir. İstənilən halda siz dərsə girərkən həmin mövzu ilə bağlı bir kökü olan baza bilik həm sizdə var, həm şagirddə var. Siz o mövzu ilə əlaqəli olan mövzunun nə vaxtsa təməlini qoymusunuz. Hətta təbiət, demək, həyat bilgisi fənnində artıq 1-ci sinifdən 4-cü sinifə qədər əvvəl keçirildi, indi təbiət keçirir. 1-dən 4-ə qədər olan həyat bilgisi fənnində belə fizikanın, kimyanın, biologiyanın, coğrafiyanın sadə şəkildə əsası qoyulurdu. Əgər yadınızdadırsa, məsələn, suyun buxarlanma hadisəsi deyək, 3-də 4-də keçirilirsə, günəş enerjisi, bitkilərin, nə bilim, o fotosintez hadisəsi artıq ibtidai siniflərdə həyat bilgisi fənnində ilkin başlanğıcını qoymuş bir mövzular idi. Burada da eyni ilə yəni o məqama toxunur. Yəni sizin bunun bu haqda heç bir məlumatı yoxdur məsələsi yoxdur. Kvantı əgər indi keçirsinizsə, kvantla əlaqəli olan ona bir başlanğıc verən bir addım olubdur. Düzdürmü? Bütün mövzular bir-biriyə zəncirvarı əlaqəlidir. Yəni kvanta qədər gəldiyiniz bir yol, məsafə artıq o haqda bir belə deyək də təməlini qoyub o mövzunun. Sonra onun üzərində həmin o binanı yüksəldirsiniz, deyək ki, kvantı. Erkən öyrənmə dövründə zəruri biliklərin limitli olması şəraitində bu modellərin tətbiqi daha az effektivdir. Şagirdlərin qeyd edilən fəaliyyətlərə cəlb edərkən qısa vaxtda həddən artıq informasiyaya məruz qalması keyfiyyətli öyrənməni əngəlləyə bilər. Həm də artıq o informasiya içərisində o qədər itib batacaqlar ki, bir yana çıxış edə bilməyəcəklər və bildiklərini də unudacaqlar. Bəzən mən deyirəm, informasiya çox oldu, dayanaqla. Bax, o baxımdan o informasiyanın bolluğu deyil də biraz konkretləşdirmək lazımdır, biraz spesifikləşdirmək lazımdır araşdırmanı da, istiqamətləri də. Çünki onların söylədikləri fərcilər bizi çox yola götürəcək, çox yönə aparacaq. Amma dedik, neyirik? Əsas məqsəddən yayınma varsa, o zaman toparlamağa çalışırıq. Keçən dəfə Cəmilə müəllimənin də dediyi kimi, qapalı sual verməklə qayıdıb gəlirik əsas məsələnin üzərinə. Yəni, qoymuruq ki, çay öz məcrasından çıxsın. Demək, zəruri informasiya ilə dəstəklənməsi, konseptual biliklərin möhkəmləndirilməsi şagirdin kognitiv inkişafına əlverişli şərait yaradır. İndi baxaq görək bunların fərqi nədir? Yanaşma tərzi. Layihə əsaslı öyrənmə və problem əsaslı öyrənmə. Geniş spektrli mövzunu əhatə etməklə kompleks problemlərə yönəlmişdir. Həmçinin yekunda şagirdlərin nəticələri maddi məhsul, təqdimat, prototip və ya tədbir, ifa, musiqi, rol, rəqs, neysə bir şey olmalıdır mütləq ortada. Yəni, əldə etdiyi nəticəni təqdim etməlidirlər. Bütün bunlar şagirdlərin anlamasını və əldə etdiyi bacarıqlar aydın göstəricisi hesab olunur. Problem əsaslı öyrənmədə isə hər hansısa bir spesifik problemə yönəlmişdir. Şagirdlər əməkdaşlıq şəraitində hansısa real dünya problemini götürüb, onun haqqında informasiya toplayır, daha sonra hipotez irəli sürür, həlli yolu təklif edirlər. Aydındırmı? Burada isə həlli yolu təklif etməklə qalmırlar layihə əsaslı öyrənmədə. Baxın, adından bəllidir, layihə. Layihədə artıq konkret bir məhsul qoyurlar ortaya. Məsələn, biz Türkiyədə 5 günlük Oran Nazirliyi tərəfindən dəvət olunmuşduq. Bir təlim keçildi, demək, İstanbul Universitetində. Çox möhtəşəm bir, belə deyək, tədbir idi, yanaşma idi. STEM layihəsi ilə əlaqəli idi və 100 nəfərlik bir auditoriya idi. Hamısı da müəllimlər idi. Orada bizə müəyyən bir, demək, problemlər qoydular ortaya və problem ətrafında biz sonra qruplara bölündük. Yəni, orada bir 30 qrup var idi, 30 nəfər deməyə, 30 qrup var idi. Hər qrupda bir neçə nəfər olmaqla. Və o qruplar təqdimat etdilər. Bizdə orada layihə əsaslı öyrənmə olduğuna görə bütün qrupların prototipi vardı sonda. Məsələn, biz səs kirliyini götürmüşdük və sonda bir qulaqçıq yaratdıq 5 gün müddətində. Bu qulaqçıqları, nə bilim, Avadoku götürdük, Avadon prototipini yaratdıq da, real canlı deyildi. Qulaqçığa müəyyən bir qapaqlar yaratdıq, o qulaqçığın üzərində oturan. Üzəri yumuşaq olsun deyə pambıq və, demək, pambıq yox, maçalka ilə, süngərlə qapadıq və içərisinə səs kirliyini qoruyan bu balqabağın da nəyindir, onun cifti var, bildiniz nə deyirəm, maçalka kimi bir şeyi qurudulur, sonra süngər kimi bir şey olur. Balqabağındır mı, yoxsa nəyindir o? Bildiniz nədən gedir söhbət? Saçaqlı bir şey olur, ha?
Bax, orada, onlarda məktəb ləvazimatları satılan yerdə STEM layihələri üçün hər şey satılır. Hər şey. Nə istəyirsən, get, al, yarat, qur. Bizdə o qədər də yoxdur. Və o artıq nə idi? Layihə əsaslı öyrənmə idi. Bir digər, nə bilim, deyək ki, günəş enerjisinə yaxın bir enerji yaratdı, bir başqa. Yəni, hər birimiz maketlər və prototiplər təqdim etdik. Amma bu problem əsaslı öyrənmə olsaydı, demək, bunun sadəcə həll yolunu təklif edirik. Ortada heç bir prototip yoxdur. Və biz dərsində başlamışdıq problem əsaslı öyrənmədən, PBL-dən başlamışdıq problem əsaslı öyrənmədən. Növbəti günlərdə bir gün, 2 gün biz problem əsaslı öyrənmə, həll yollarını təklif etdik. Ondan sonra keçdik layihə əsaslı öyrənməyə. Bundan sonra növbəti mərhələdə artıq biz prototipi yaratdıq. Bax, sinif mühitində də siz şagirdlərinizlə demək, problem əsaslı öyrənmədə həll yolunu sonunda təklif edirlər. Çıxış yolu budur. Misal üçün, tutalım deyirsiniz ki, yol problemləri. Eləmi? Yol problemləri dedikdə, bax, həm layihə əsaslı öyrənmədə qoymuşsunuz yol problemini, həm problem əsaslı da. İndi problem əsaslı öyrənmədə Bakı şəhərində tıxaclar, deyək ki, problemimiz budur, qoydunuz ortaya. Onlar araşdırdılar, məlumat topladılar, informasiyaları bir yerə yığdılar, müzakirələr apardı, sonra təxmini fikirlər irəli sürdülər, yəni fərziyyələr irəli sürdülər, hipotezlər. Və sonunda yaxşı, və siz nə təklif edirsiniz uşaqlar? Biri dedi, körpü quraq, o birisi dedi, nə bilim, nə edək? Biri dedi, bu asma körpü də ola bilər. Biri dedi, üst-üstə, nə bilim, o belə bir-birinin içərisində keçən körpü modeli də ola bilər. Həll yolları təklif olundu. Yəni, körpülərin sayı çoxalsa, yollar enləndirilsə, bu problemin həll olunacağını düşünürük. Bir neçəsini qoydu. Vəssalam, bu problem əsaslı öyrənmə. İndi gəlin həmin mövzunu layihə əsaslı öyrənmədə həyata keçirək. Yolda tıxaclar problemi. Burada isə konkret, sizcə nə baş verəcək? Burada da araşdırma var, təhlil var, məlumat, informasiya toplama var. Amma sonunda düşünün ki, burada körpünün bir maketi olacaq. Nə bilim, onu nələrdənsə yığıb düzəldəcəklər. Artıq o körpünün maketi olacaq, real. Prototipini yaradacaqlar və təqdim edəcəklər. Aydındırmı? Bax, layihə ilə problem əsaslı öyrənmənin fərqi budur. Bir daha vurğulayıram, layihə əsaslıda prototip var, konkret sonunda məhsul var. Problem əsaslıda isə həll yollarının təklifi ilə dayanır. Məsələn, tutalım ki, bu digər ədəbiyyat dərslərində, tarix və coğrafiya dərslərində belə mövcuddur. Bəzən digər fənn müəllimlər deyir, bizdə bunu necə istifadə edək? Onlarda da sonunda bir kitab nəşr edə bilərlər. Onlarda sonunda bir səhnəcik yarada bilərlər, hər hansısa bir teatr qura bilərlər, orada təqdim edə bilərlər. Nəysə, sonunda mütləq şəkildə bir məhsul olmalıdır. Tamaşamı, rəqsmi, musiqimi, sonra, nə bilim, qeyd etdiyim kimi prototipmi. İndi müəllimin roluna baxaq. Müəllim bir fasilitator kimi müxtəlif formada öz dəstəyini göstərir. Belə ki, sualın qoyuluşunda, resurslarla təminatda, müntəzəm rəylərin verilməsinə yaxından iştirak edir. Yəni, fasilitator. Problem əsaslı öyrənmədə, nə qədər problem əsaslı öyrənmədə müəllim fasilitatorluq rolu davam etsə də, o bir addım geridə qalaraq şagirdlərin problemi seçməsi, informasiyanı toplaması və problemin həllinin formalaşmasında onlara sərbəstlik verir. Burada isə müəllimin özü də yanaşa bilər, qayçı ilə nəyisə kəsə bilər, nəyisə yapışdıra bilər. Yəni, daha yaxından iştirak edə bilər. Aydındırmı? Amma konkret olaraq onlara yox, siz bilmirsiniz, verin bunu mən bu şəkildə kəsilməlidir. Yox, istiqamət verirsiniz, yol göstərirsiniz, daha maraqlı olmaq üçün prosesin içərisində iştirak edirsiniz. Əhatə dairəsi müddətinə gəldikdə, geniş əhatə dairəsinə və reallaşma vaxtına malikdir layihə əsaslı öyrənmə. Bu ola bilsin ki, bir layihəni götürürsünüz, dərs ilinin əvvəlində, sentyabrın 15-də götürdünüz bir layihə əsaslı dərsi, düz axıra qədər bütün standartlarınızı və təlim nəticənizi orada reallaşdıra, yanvarın 27-sinə qədər, birinci yarım ilin sonuna qədər gedəcəksiniz və böyük summativ qiymətləndirmədə layihə əsaslı öyrənmənin yəni bütün o təhlillər, nəticələr və s. ona əsasən şagirdlərinizi qiymətləndirəcəksiniz. Çox təəssüf ki, bu çox nadir hallarda baş verir. Özəl məktəblərdə isə artıq bu var. İdrak liseydi, Avropa liseydi və s. Bizimkilərdə isə hələ də heç nə yoxdur. Düşünürlər ki, bu çox ağır bir şeydir, ağır prosesdir. Biz bu işə girsək altından çıxa bilməyəcək, bu mənim vaxtım olacaq. Əslində isə xeyr, bu sizin vaxtınızı alın. Başlanğıcı qoydunuz mu, ardını uşaqlar özü aparacaq. Sizə heç bir zəhmət düşməyəcək. Dərsi də özləri izah edəcək. Ondan sonra nəticəyə də özləri gələcək. Təhlilləri də özləri aparacaq. Qiymət hər bir şey. Sizə isə qeydlər götürmək qalacaq.
Həm dərs maraqlı olacaq, həm davamlılıq olacaq, uşaqlar maraqla gələcək. Kimsə dərsdən yayınsın, bugün gedək görək, nə edirik, bugün hansı yeniliklər edəcək. Evdə belə artıq onlar boş dayanmayacaq. Növbəti dərs üçün yeni ideyalarla gələcəklər sizin qarşınıza. Problem əsaslı öyrənmədə isə bir neçə günü və ya həftəni əhatə edir, məqsəd təqdim edilən konkret problemi həll etməkdir. Qiymətləndirməyə gəldikdə, daha kompleks model olduğundan qiymətləndirmə meyarları da mürəkkəb xarakteristikaya malikdir. Həm məzmun, məhsul əldə edilən bilik və bacarıqlar baxımından, həm əməkdaşlıq, kreativlik, yəni yaradıcı yanaşma, təqdimat kimi bacarıqların qiymətləndirməsi nəzərdə tutulmalıdır. Çünki burada qrupda kimlər fəaliyyət göstərir, kimlər necə işləyir, kim hansı informasiyanı verdi və s. siz daima qeydlər götürürsünüz. Digər tərəfdən, problem əsaslı öyrənmədə isə problemin həlli prosesi, tənqidi düşüncə və təklif edilən həll yolunun keyfiyyəti baxımından qiymətləndirmə aparılır. Yəni, görək onlar hansı yolu təqdim ediblər, bu yol realdırmı, uyğundurmu bu problemin həlli üçün? Layihə əsaslı öyrənməyə gəldikdə artıq problem əsaslı öyrənmənin içərisində layihə əsaslı öyrənməyə də toxunduq. Yenə də baxaq müəyyən bir məqamlara. Artıq bildiyiniz layihə əsaslı öyrənmə nədir? Mütləq şəkildə burada bir prototip, bir məhsul olacaq ortada. Layihə əsaslı öyrənmədə hansı addımlar özündə etibar edir? Sualın problemin qoyuluşu burada da var, plan tərtibi var, araşdırma və məhsul hazırlığı, scaffolding, doğru istiqamət vermə və monitoring. Monitoringlər də burada, yəni yoxlamalar, təhlil etmələr, nəticələrin daha düzgün olması üçün davamlılıq. Nəticələrin yoxlanması və prosesin, fəaliyyətin dəyərləndirilməsi. Burada da yenə vurğulanır. İlkin mərhələdə hər hansısa real həyat problemi, ideya və onun sualı müəyyən edilir. Sual açıq tipli müxtəlif həll yollarına aparan, yığcam, hər hansı maneəni dəf etməyə yönələn və eyni zamanda şagirdləri özünə cəlb edən məzmunda olur. Artıq sualın da tərtibatını siz mövzunuza, məzmununuza, təlim nəticənizə, standartınıza uyğun tərtib edirsiniz. Demək, sonra plan qurulur. İstənilən halda, necə ki, siz dərsin planını qurursunuz, burada da layihə əsaslı dərslərdə, problem əsaslı dərslərdə də bir planınız olması çox yaxşıdır. Əsasən də layihə əsaslı dərslərdə. Çünki siz o addımların hamısını qeyd etməlisiniz. Hətta orada hansı komandaya hansı tapşırıqlar veriləcək və s. bunların hamısını nəzərə alırsınız. Və gərəkirsə, zaman-zaman hətta planınızda dəyişiklik belə edə bilərsiniz. Əldə olunan nəticələrdir, sonra qruplardır, şagirdlərdir, işlədikləri işləri portfolyoya yığıb, həmin portfolyo əsasında da şagirdlərin qiymətləndirilməsini bayaq qeyd etdiyim kimi demək, tədris ilinin birinci mərhələsinin sonunda qiymətləndirə bilərsiniz. Amma orada komanda işi kimi deyil, filan komandanı qiymətləndirirəm, yox. Siz komanda tərkibində belə artıq bu davamlılıq olduqca görəcəksiniz kimin işi nədən ibarətdir, kim necə işlədi. Demək, layihə tamamlananda qiymətləndirmə rubriki vasitəsilə həm nəticələrin yoxlanması, həm də prosesin dəyərləndirilməsi, yəni refleksiya həyata keçirilir. Yəni, biz haradaydik, haradan hara gəldik, lap əvvəldə bir neçə ay bundan qabaq qarşımıza uşaqlar hansı məqsədi qoymuşduq, gəlin görək biz o məqsədə çatdıqmı, hansı yollardan keçərək çatdıq. Bir daha uşaqlara demək, sualla yönləndirirsiniz ki, onlar bir daha geri dönsünlər, o irəli gəlib çatdıqları addımları bir anlıq geri-geri addımlayıb, baxsınlar, görsünlər onlar haradan hara gəliblər, nələrdən keçiblər, nələr təhlil edə gəlib bu məqama çatıblar. Həmçinin refleksiya imkan verir ki, haradasa bir boşluq qalıbsa, o boşluqları da aradan qaldıraq. Yəni, təkrar nələrəsə baxanda biz bəzən səhvlərimizi aşkar edirik. Burada da baxın, qeyd olunubdur. Demək, ümumən layihələrin hazırlanması uzun müddəti, bir neçə dərsi və ya bir yarım ili əhatə edə bilər. Bax, bunu da yaddan çıxartmırıq. Layihə əsaslı dərslər bir yarım ili bir neçə dərsi də əhatə edə bilər. Amma problem əsaslı dərslər çox da belə yarım illər kimi, yəni böyük bir zamanı özündə birləşdirmir. Bir neçə həftə, bir neçə dərs və yaxud bir ay falan, bu qədər, 3-4 həftə. Sonra PBL-in bir neçə açar məqamları, elementləri, xüsusiyyətləri hansılardır? Mövzu şagirdlərin bilik bacarıq yaş səviyyəsinə uyğun olaraq müəyyən qədər çətin və məntiqli olmalıdır. Bu onsuz da hər zaman belədir. İstəyir layihə əsaslı, istəyir problem əsaslı, istəyir adi dərsləriniz olsun. İstənilən halda sual qoyulduqda şagird elə bu dəqiqə buna cavab verəcək deyə cavablanan sual lazım deyil. Sinifin səviyyəsinə bir balaca ağır olsun ki, uşağa maraqlı gəlsin. Anında cavablandıra biləcək sual sinifi yatışdıracaq artıq. Azərbaycan paytaxtı adı Bakı və salam.
Sinif maraqla gözləyirdi ki, müəllim hər hansısa bir maraqlı sual verəcək. Və müzakirə üçün heç bir şərait də yaranmadı. Ona görə də sualı tərtib edərkən biraz düşündürücü suallar olmalıdır, istənilən halda. Fərqi yoxdur, bu hansı model dərsdir. Proses zamanı şagirdlər dərin və davamlı araşdırma aparmalıdır. Bu zaman onlar müxtəlif müzakirələrə qoşulur, yeni resurslar tapır, daima öyrənmə prosesində olur. Layihənin mövzusu həyatdan götürülür, bayaq vurğuladığımız kimi, məsələn, probkalar, ekoloji problemlər və s. Layihənin mövzusu həyatdan götürülür, şagirdlərin maraq dairəsinə uyğun olur və real konteksti əks etdirir. Şagirdlər layihə boyu gördükləri işlə bağlı müxtəlif qərarlar verir, öz fəaliyyətlərini qiymətləndirir, refleksiya edir. Hətta qeyd etdiyim kimi, hər hansısa bir gedişatda problem yaranırsa, iş düzgün getmirsə, o zaman planlarında əlavələr və dəyişikliklər edə bilərlər. Hər hansısa istiqaməti sala bilərlər və yaxud da çıxara bilərlər. Və təhlillər apardıqca, araşdırma etdikcə informasiyalar toplayırlar, şəkillər toplaya bilərlər, videolar toplaya bilərlər. Yəni, müxtəlif informasiyaları bir araya toplayırlar. Sonra, eyni zamanda burada ilə konkret olduğu kimi hər şeyi köçürün məsələsi yoxdur. Çünki sonunda layihə əsaslı dərsdə nə var? Prototip var, düzdür. Ona görə də baxın, nə deyir? Deyir, mövzunun plagiatlığı yoxlanılır. Məsəl üçün, tutalım ki, bu qurğunu məndən qabaq artıq kimsə yaradıb. İşlənmiş mövzulara müraciət etmək olar. Sadəcə məsələyə yeni qatqı, yeni yanaşma nümayiş etdirilməlidir. Məsələn, belə deyək də, daha asan olsun deyə belə bir nümunədə izah edəcəm sizə. Ekranda nə görürük biz? Bunların hamısı nədir? Su krantlarıdır, düzdür. İndi mən durum deyim ki, su krantı yaradıram. Yəni, bunu məndən öncə yaradıblar. Amma mən bu su krantına əlavələr edirəm. Məsələn, tutalım ki, baxın, bir şirkət götürüb bunu belə edib, yuxarıya doğru qaldırılan bir krant. Sağa sola edikcə də isti soyuq su dəyişir. Biri belə birini yaradıbdır, burada da bir düymə qoyubdur, yəni daha yüksək sürətlə suyu vurması və yaxud da daha zəif şəkildə vurması. Biri bu şəkildə bir krant düzəldir. Bunlar hamısı fərqli şirkətlərin məhsullarıdır. Hər hansısa biri tam-tamına eynisi olsa, o zaman nə baş verəcək? Həmin şirkət o birisini məhkəməyə verir. Yəni, ona görə də bu plagiat məsələsi indidən uşaqlarda formalaşmalıdır ki, yəni biz öz məhsulumuzu yaratmalıyıq. Və yaxud mövcud məhsul varsa, onun üzərində dəyişiklər. Məsələn, görürsünüz, burada tutalım ki, oxşardır. Amma görürsünüz, burada bir dəmir əlavə ediblər. Və yaxud da bu, haradasa krantı oxşardır, amma görürsünüz, bunun başçığını görürsünüz, hansı modeldə ediblər. Görürsünüz, heç biri digərinə bənzəmir. Heç biri o birisinin təkrarı deyil. Tamamilə fərqli-fərqlidir. Yəni, bizim də işlədiyimiz layihə dərslər eynən, yəni bu şəkildə. Ona görə qeyd olunur ki, mövzunun plagiatlığı yoxlanılır. İşlənmiş mövzuya müraciət etmək olar, yəni o krantdan biz də düzəldə bilərik, amma fərqli bir yanaşma, yəni daha əlavə detallar əlavə etmək, əlavə hər hansısa bir yeniliyi gətirmək. Rəqəmsal texnologiya, robototexnika və s. tətbiq edilə bilər, əgər varsa, mümkünsə. Sonra, demək, digər bir məsələ, bu da sizə sual şəklində düşəcək, doğru-yanlış məsələlərində diqqətli olun və altında qeydlərinizi götürün. Nəzərə almaq lazımdır ki, dərslərdə müxtəlif layihələrin reallaşdırılması və layihə əsaslı öyrənmə eyni deyil. Baxın, nə deyir? Biri var dərsdə layihənin reallaşdırılması, biri də var layihə əsaslı öyrənmə, başqa-başqa şeylərdir. Dərslərdə layihənin reallaşdırılması şagirdlərdə bilik və bacarıqlar formalaşdırılandan sonra artıq bununla bağlı bilik və bacarığı var. İndi layihəni reallaşdırırlar. Yəni tətbiq var burada. Layihə əsaslı öyrənmədə isə bilik və bacarıqlar layihənin reallaşdırılması zamanı baş verir. Buna misal olaraq qeyd edə bilərik. Misal üçün, biologiya dərsində daxili orqanları öyrəndikdən sonra şagirdlərin daxili orqanlar sisteminin modelini hazırlaması layihədir. Amma layihə əsaslı dərs deyil. Aydınmı? Çünki onlarda artıq siz o biliyi formalaşdırmışsınız, daxili orqanları öyrəniblər, keçmişsiniz hamısını. İndi 3D printerdə daxili orqanın bir modelini
nə bilim bir mədəcik düzəltdi orada, toxudu və yaxud da ağciyərlər, nə bilim ürək, nəysə bir şey hazırladı, modelini qurdu. Bu artıq formalaşdırılmış bilik əsasında demək, layihənin reallaşdırılmasıdır. Bu, layihə əsaslı öyrənmə deyil. Layihə əsaslı öyrənmədə isə hər bir şey kökündən sonuna qədər gedir və sonda bir prototip hazırlanmış olur. Layihə əsaslı öyrənmənin nə kimi faydaları var? Təbii ki, bunu düşünürəm demək o qədər də ehtiyac artıq yoxdur. Şagirdlərdə yaradıcı təfəkkürü formalaşdırır, düşüncəni daha da dərinləşdirir. Sonra, yəni olmayan bir şey yoxdur bunun içərisində. Layihə əsaslı öyrənmədə şagirddə formalaşdırmayacağı heç bir şey yoxdur. Ünsiyyət bacarığı formalaşdırır. Çünki davamlı olaraq qruplarla, sinif yoldaşlarıyla ünsiyyət qurur. İKT bacarıqlarını formalaşdıracaq. Niyə? Çünki araşdıracaq, axtaracaq, nələrsə yığacaq, toparlayacaq. Sonra düşüncə tərzini, bütün düşüncə tərzlərini demək olar ki, formalaşdıracaq. Təfəkkürün bütün növlərini formalaşdıracaq və idrak mərhələsinin düz yuxarı mərhələsinə qədər gəlib çıxaracaq şagird. Burada bir nümunə veribdir. Layihə əsaslı öyrənmə şagirdləri gələcək həyata hazırlayır. Onlara problemləri həll etmək, layihə üzərində işləmək metodikası qazandırır. Bilmirəm, sizlərdə tələbə evladı olanlar varmı, yoxmu? Artıq universitetlərdə də bu yanaşma mövcuddur və bir çox universitetlərdə, demək olar ki, semestrlərdə və s. ən çox da özəl universitetlərdə artıq layihələr verirlər. Deyirlər, layihə mövzusu, get, araşdır, tap, get mənə və onu universitet tərəfindən əmrləşdirilir həmin tələbənin adına, təsdiqlənir və sonunda da deyir, get mənə prototipini hazırla, gətir və gəl qiymətini al. Bu çox əla yanaşmadır. Yorucu deyil, maraqlıdır və realdır. Layihənin mövzusu iqlim dəyişikliklərinin Xəzər dənizində suyun səviyyəsinə mənfi təsirləri və bununla bağlı təklifin layihələndirilməsi. Layihənin xülasəsi. Bu layihədə şagirdlər iqlim dəyişikliklərinin Xəzər dənizinə su səviyyəsinin azalmasına təsirini tədqiq edəcək. Coğrafiya sahələrini, o cümlədən iqlimi, ekosistemi, əhalini və s. faktorları araşdıracaq. Yəni, layihə əsaslı dərs o qədər dərindir ki, problem əsaslı dərs olan kimi. Burada artıq inteqrasiya fənn üstünə gedəcək. Həm həyat əlaqı var, həm fənn daxili var, həm fənlər arası var. Hər bir şey olacaq burada. Məqsəd şagirdlərin iqlim dəyişikliklərinin əraziyə təsirini anlamasına və hər hansı həll yol təklif etməsinə nail olmaqdır. Və o iş üsullarından da layihə hazırlanarkən, layihənin planını qurarkən, demək, orada 5-in 1KH üsulu ki vardı, sonra qızıl dairə üsulu vardı. Həmin o üsullardan istifadə etmək çox məqsəd uyğundur. Layihəni tam sizə planlı proqramını ilə özünüz də hiss etmədən qrup verəcək. Və yaxud mövzunu dediyim kimi adını versəniz, ChatGPT də sizə demək böyük yardımcı olacaq. Amma yenə də özünüz bir diqqətlə baxın, bir sağını solunu düzənləyin, sonra elə göz yumur mənə verdiyini yazım məsələsi etməyin. Müəllimə, buyurun. Bayaq verdi o şeyləri. Biz də onu Google-da axtarırıq mı? Tutaq ki, mövzu yoxsa nəsə bir şey mi lazım? Mövzu lazım deyil. Girdiniz ChatGPT-yə. Mən hara keçmişdim? ChatGPT yazdım. Axtarış bölməsinə. Burada götürdüm, yazdım ChatGPT. Görürsünüz, ChatGPT yazdım. Və burada var qara fonlu ChatGPT, var ağ fonlu. Ağ fonlu daha yaxşı məqsədə uyğundur. Demək, belə bir fon. Bir var, bircə dəqiqə göstərim. Tünd qara olan deyil də, tünd qara olanlarda var. Bax, belə kənarı qara olan, içi gülü ağ olanı götürməyin. Çünki bu çox tez dayandırır fəaliyyətini. Siz ən yaxşı, bax, kənarı ağ, özü qara olanı götürün. Necə ki, mən az öncə götürdüm. Baxın, kənar ağdır, gülün xətləri qaradır, belə deyək. Kənarı qara, gülün xətləri o qara lövhədə ağdırsa, o sizi çox real getməyə qoymayacaq. Aydındır. Burada da görürsünüz yazıb chatgpt.com chatgpt.com. Düzü ChatGPT OpenAI şirkəti tərəfindən hazırlanmışdı, amma siz chatgpt.com-a girirsiniz. Bu işarəyə baxmayın, yəni. Bu birbaşa həmin tətbiqin, həmin məhsulun yiyəsidir bu OpenAI şirkəti. Bu isə ChatGPT-nin artıq özüdür.
Telefonunuza yükləyə bilərsiniz, rahatlıqla da işlədə bilərsiniz. Misal üçün, məndə telefonda var və davamlı istifadə edirəm, lazım olduqca məsləhətlər alıram. Çünki vaxtım çox məhdud olduğuna görə məndə yəni vaxt baxımından çətinlik var. Sonra layihədə icra addımları baxımından yenə də dərsinizi necə qurursunuz, bunu da o şəkildə bayaqları misal üçün problem əsaslı dərs qurduq, layihə əsaslı dərsi də o şəkildə qura bilərsiniz. Və mövzu nə idi? Xəzər dənizində suyun çirklənməsi, suyun səviyyəsinin azalması, onunla bağlı addımlar qeyd edib. Baxın, qısa-qısa mən keçəcəm. Şagirdlər Xəzər dənizinin suyun çirklənməsi ilə bağlı sübutlar toplayır. Sonra ikincidə iqlim dəyişikliklərinin Xəzər dənizinə təsirləri təhlil edilir. 3. Şagirdlər bənzər mövzuda olan tədqiqatlarla tanış olurlar. Yəni, məndən öncə kimlər aparıb bu tədqiqatları, elm araşdırmaları, onlar araşdırırlar. Əgər mümkündürsə, şagirdlər ilkin mənbədən, yerli mütəxəssislərdən, elm adamlarından, sakinlərdən də müsahibələr ala bilərlər, həmçinin sorğu da keçirə bilərlər. Misal üçün, uşaqları götürdünüz, getdiniz, deyək ki, Təbii Sərvətlər və Ekologiya Nazirliyinə. Orada əməkdaşlar sizə çox sevə-sevə kömək edəcək, çünki məktəblərə dəstək olmağa hər zaman hazırdılar. Və yaxud bir mütəxəssisi gedib siz işdən sonra oradan yaxınlaşsanız, xahiş etsəniz, onlar həmin mütəxəssisin iş saatına icazə verəcəklər, onlar sizin məktəbə dəvət alacaq və gəlib orada müəyyən informasiyalar və müəyyən bir şeyləri işləyəcəklər. Eyni zamanda da siz ona təklif etsəz, o sizin bu layihənin demək, elmi rəhbəri kimi də çıxış edə bilər. Çünki biz 2010-cu ildə prezident demək, ekologiya ili elan etmişdi, 2010-cu ili. O vaxtı demək, mənim oğlum da 4-cü sinif idi, səhv etmirəmsə, Gəncədə idi onda. Və Gəncədə belə bir layihə həyata keçirildi. Gəncə və Gəncəbasar bölgələri, Qazax, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, yəni bir neçə rayonu, səhv etmirəmsə, Qərb bölgəsində 11 rayon əhatə edirdi. Və orada bizə belə, yəni bizim uşaq üçün belə elmi rəhbər ayırmışdılar. Elm mərkəzindən Gəncənin. Yəni, çox maraqlı bir layihə alındı. Hardasa bir 3 aya, 2 ay yarıma yaxın çəkdi. Layihənin açılış və bağlanış mərasimi oldu və nəticədə də tək uşaqlar deyil, valideyn olaraq bizlər belə. Yəni, hər kəs o qədər geniş informasiya alandı ki, o təqdimatlarda, o gedişatda. Sonra, iqlim dəyişikliklərinin təsirini azaltmağa töhfə vermək aparılan araşdırmaların nəticəsi kimi təklif oluna bilər. Hər bir şagird və ya qrup əldə etdikləri nəticələr və həll yollarını sinifdə və ya geniş auditoriyada valideynlər, yerli qurumlar, yəni bizdə də belə bir hal baş vermişdi, belə olmuşdu. Hətta onlara son mərhələ üçün geyimlər də tikmişdik. Magistr papağı, böyrü qotazdı onlardan və yaşıl xalat, yəni ekologiyaya uyğun olaraq yaşıl rəng seçilmişdi layihə rəhbərləri tərəfindən. Biz də onu uşaqlara tikdirmişdik o geyimləri. Və bizim uşaqlara o vaxtı Texnologiya Universitetinin rəhbəri gəlmişdi, o vaxt Telman müəllimi idi, sonra digər universitetlərdən, NASXİ-dən, sonra təhsil şöbəsindən, yəni xeyli insan gəlmişdi və onların orada təqdimatları, münasibətləri və s. oldu. Çox maraqlı bir yanaşma idi, hələ 2010-cu ildə. Biz isə hələ indi öyrənirik bunu. Demək, refleksiya. Refleksiyada artıq bilirik nədir? Alınan rəylərdən sonra ehtiyac olarsa, layihəni yenidən gözdən keçirmək. Qiymətləndirməyə gəldikdə, müxtəlif meyarlara əsaslana bilər və öncədən siz yenə də layihənin qiymətləndirməsi ilə bağlı meyarlar müəyyənləşdirə bilərsiniz, çətinlik çəkirsinizsə, yenə də ChatGPT-yə müraciət edə bilərsiniz. O sizə çox maraqlı ideyalar verəcək. Özünüz də öz ideyanızı qatsanız, mükəmməl bir qiymətlənmə meyarları və nəticə ortaya çıxacaq. Sonra burada yenə də nümunə verilib. Layihə əsaslı öyrənməni bütün fənlərdə tətbiq etmək mümkündür. Bayaq da vurğuladıq. Sadəcə məsələlərə fənnin perspektivindən baxmaq və hansı problemi həll edəcəyinizi fikirləşmək lazımdır. Məsələn, istehlak müddəti uzadılan qidaların ingrediyentlərinin kimyəvi tərkib və onların insan sağlamlığına təsirini analiz etmək, təkliflə çıxış etmək olar. Və ya riyaziyyat dərsində xəyalındakı evin maketini hazırlamaqla sahə, perimetr, həndəsi fiqurların digər xüsusiyyətləri, materialların real bazar qiyməti və s. kimi parametrlərin tətbiqi ilə layihə hazırlamaq olar. Belə olduğu halda uşaq da artıq kiçik mühəndis kimi böyüməyə başlayır. Oyunlaşma və oyun əsaslı öyrənmə nədir? Oyunlaşma və oyun əsaslı öyrənmə dedikdə, yenə də sizə bir nümunəni göstərməyə çalışacağım.
Mən onu açsam, yüklənmə çox böyük bir vaxt alacaq. Baxın, Minecraft Education. Əvvəl Minecraft idi bu və görüm açılacaqmı? Açmağa çalışaq. Minecraft Education oldu sonradan və Təhsil Nazirliyinin səhifəsində belə bu öz əksini tapıbdır, bu proqram. Mən nümunə olaraq bunu sizə göstərirəm. Demək, burada fizika, kimya, biologiya, informatika, demək olar bütün fənlərlə bağlı tapşırıqlar, laboratoriyalar mövcuddur. Bayaqdan deyək ki, informatika dərslərində müəllim uşaqlarla dalaşırdı, valideyni çağırırdı, dünya aləmi qatırdı bir-birinə ki, uşağa mən informatika dərsi keçirəm, uşaq girib orada Minecraft oynayır, mənim gözüm olur. İndi artıq bu tələbdir. Bu girsin Minecraftda, orada qarşısına tapşırıqlar çıxır, tapşırıqları həll edə gedir. Tapşırıqları həll etmək üçün də, demək, irəli getmək üçün hər hansısa bir ev tikir, barımı çəkir, körpümü salır. İrəli getmək üçün bir də onun qabağına tapşırıq gəlir. Uşaq məcburdur o marağı əldə etmək üçün, o maraqlı tərəfə keçmək üçün məcburdur ki, demək, artıq o sualı cavablandırsın, o tapşırığı həll etsin. Və onun üçün belə yorucu olmur. Mən də deyəsən çoxdan işlətmirəm, ona görə deyir, oturum açma tələb olunur. Buradan çıxaq, artıq bu uzana gedəcəkdir. Yəni, tək bu deyil, həddindən çox bu şəkildə, bu tipdə yanaşmalar var. Misal üçün, Polyap layihəsini götürək. Polyap layihəsi ilə bağlı təqdimatlar da olmuşdu və bunu, demək, Polyapın yaradıcısı Azərbaycana da gəlmişdi və onun səhifələri Azərbaycan dilinə də tərcümə olub. Görürsünüz, artıq Polyap Az səhifəsi var. Bir var Polyap.com, bir var Polyap Az. Və burada da çox maraqlı, bütün fənlərlə bağlı tapşırıqlar, məsələ, misal həlləri və s. mövcuddur. 1-ci sinifdən 11-ci sinifə qədər, hətta daha yuxarı lisans üstü və s. məsələlər də var. Bu tip yanaşmalarda bunlar oyun əsaslı öyrənmələr kimi istifadə edə bilərsiniz. Görürsünüz, Təhsil Nazirliyinin loqosu belə burada mövcuddur. Bu bizim mütəxəssisdir, əməkdaşımızdır, təlimçi yoldaşımız deyil bir müəllim. Hazırda xarici ölkədədir və həm layihə əsaslı dərslər keçir orada, həmçinin bir ara Mərakeşdə, Ərəbistanda və s. də oldu. İndi bilmirəm hansı ölkədədir, amma yenə də gələndə görüşür, sağ olsun, fikirlərini bölüşür, yaradıcılığını bölüşür. Və Polyapın Azərbaycan dilində tərcüməsində və s. də iştirak edibdir. Xarici ölkədə də həm layihə əsaslı dərslər, sistem layihələrini həyata keçirir, bir də ingilis dilində riyaziyyatı tədris edir, informatika riyaziyyatı. Demək, burada da tapşırıqlara keçək, tutalım ki. Baxın, yuxarıda, bu tərəfdə, solda bütün tapşırıqlar, ekran görünür, müəllimlər. 1-ci sinifdən 11-ci sinifə qədər var. Sonra sadə tapşırıqlar, 3D tapşırıqlar. Baxın, lap aşağı sinifdən var. 20 dairəsində toplama və çıxma, toplama əməli, 10 dairəsində toplama, pul mövzusu, vaxt mövzusu, saat tapşırıqları, ümumiləşdirici tapşırıqlar. Burada hazırdır bunlar şablonda, amma siz özünüzünkünü qeydiyyatdan keçib çox rahatlıqla yarada bilərsiniz. Məsələn, götürək lap ən sadəsini, 10 dairəsində toplamanı. Məndə biraz demək, antivirus proqramları falan var. Ona görə irəli getməyə qoymur. Çox təəssüflər olsun ki, görə keçid edə biləcəm mən. Keçid edə bilməyəcəm. Yəni, orada maraqlı tapşırıqlar var. Hansı ki, həm orada da layihə dərslər də qura bilərsiniz Polyapda. Və söhbət ondan gedir ki, bunlar hamısı oyun əsaslı dərslərdir. Oyunlaşdırma və oyun əsaslı öyrənmə. Bayaq dediyim kimi, misal üçün, Minecraftda və yaxud da Polyapda, yəni bunların sayı en saydadır. Və yaxud da tutalım ki, oyun.az idi, nə idi, belə bir səhifə var idi. Yox, belə deyildi.
Sinifdə oynamaq üçün 17 plus aşağı hazırlıqlı əyləncəli səhifə. Nəsə bir səhifə vardı, unutmuşam hansı səhifə idi. Baxın, burada da var. Məktəblər üçün intellektual oyunlar. Yox, bu intellektual oyunlardır. Mən dediyim isə, yəni birbaşa IT texnologiyalar üzərindən oynanılan oyunlardır. Demək, oyun vasitəsilə öyrənmənin iki növü var. Var oyunlaşdırma, var oyun əsaslı öyrənmə. Hər ikisinin ortaq xüsusiyyəti oyun vasitəsilə şagirdlərin öyrənməyə marağının stimullaşdırılmasıdır. Fərqli xarakterli xüsusiyyətlərini geniş şəkildə nəzərdən keçirək. Oyunlaşdırmada nə var? Demək, oyun elementlərlə tapşırıqlar inteqrasiya edilir, verilən cavablara uyğun xal toplama, səviyyə keçməklə nişanlar əldə etmə, liderlər cədvəli, maneələri dəf etmə və s. kimi oyun elementlərindən istifadə etməklə öyrənmə prosesini cəlbedici etmək mümkündür. Məsələn, milyonçu şousu. Yəqin ki, görmüsünüz və bunu da yenə sadə BB2 aləti var. Onun üzərindən də hazırlaya bilərsiniz. Sonra demək, bir-iki yarışı keçirmək üçün istifadə edə bilərsiniz. Gedək həmin səhifəni. Məndə də həmin səhifə var və orada mənim əsaslı dərslərim olmalıdır. Learning Apps səhifəsi. Baxın, artıq mən səhifəmə keçid aldım, adım da burada görünür. Burada yeni deyək ki, tapşırıq yarada bilərsiniz və yaxud da tapşırıqların üzərindən də gedə bilərsiniz. Sinif otağı da yaratmaq mümkündür burada. Və burada fənlər var, fənlərə uyğun tapşırıqlar var. Rus sektor üçün uyğundur, amma bəzi Azərbaycan dilində də mövzular var. Misal üçün, milyonçu yazaq. Görüm Azərbaycanla çıxacaqmı? Çıxdı. Baxın, damarımızdakı qan və onun hərəkəti. Sonra parazit qurtlar, nə bilim, informatika milyonçusu, coğrafiya milyonçusu. Baxın, Azərbaycandan da sağ olsunlar, müəllimlər birləşdiriblər. Baxaq, deyək ki, damarınızdakı qan, buna. Suallara cavab verməklə milyonçu olmağa çalış. Okey, uşaqlar oturdular, milyonçu oyunudur. Limfanın bir ucu. Baxın, cavablar verilib. Hansıdır limfanın bir ucu? Bir ucu qapalıdır, bir ucu. Yox, qapalı var, açıq var, yarım açıq formada var, düzgün cavab yoxdur yazılır. Hansıdır seçim? Səhv cavablandırsaq geri qayıdacaq, bir də başdan başlamalıyıq. Açıqdır mı, qapalıdır mı? Deyək ki, açıq, eləmi? Yox, səhvdir, baxın, qapalıdır. Və deyir, təkrar dənə. 500-də qaldıq. İndi təkrar gəldi. Demək, qapalı. Baxın, yaşıl yandı, düz cavab. İndi artıq görürsünüz, 500 manat qazandıq, keçdi 1000 manata, 1000 puana. Orqanizmin müdafiəsinə yardım edir. Limfa xarcıqları, limfa kapilyar, limfa damarları, limfa düyünləri. Limfa düyünləri. Vurduq, yaşıl yandı, özü avtomatik keçəcək. Gördünüz, artıq 5000-ə keçdi. Necə ki, milyonçu oyunu eynən onun kimi bir şeydir. Sualların sayını çox da qoya bilərsiniz, az da qoya bilərsiniz. Özünüz tərtib edə bilərsiniz. Və necə tərtib edirsiniz? Sazda podobnaya упражнения vurursunuz, yəni oxşar tapşırıq. Görürsünüz, bax, burada hamısı var. Bu artıq onun arxa planıdır, pərdə arxası, sualların işlənməsidir. Baxın, burada da var. Doğru cavabda baxın, pravilni atvet. Bunun qabağında yazırsınız, qalanları parçalayıb səpərləyirsiniz. O özü fırladıb çıxaracaq. Yəni, doğrunu, yanlışı qaçışdırıb çıxaracaq. Baxın, suallar. Hər puan üçün 5000-lik, 250.000-lik sual, 1 milyonluq sual və sonra da axırda udana baxın hansı yazı gələcək qarşısına. Afərin, sən düzgün cavablandırdın, sən artıq milyonçusan. Artıq 1 milyonu uddun. Yəni, bu uşaqlar üçün daha əyləncəli, daha maraqlıdır. Bu artıq nədir? Belə deyək, bu oyunlaşdırmadır. Və burada da həmin o milyonçu dedikdə bu tip yanaşmalardan danışır. Niyə nümunələr əsasında göstərirəm? Yəni, sizə həm tam aydın olsun. Biri var şifahi nəzəri olaraq mən danışım, biri var real olaraq öz işlətdiklərimizdən də
baxmanız məsləhətdir. Yeri gəlmişkən, onlar da Web2 alətləri təliminə aid olan demək tətbiqlərdir ki, Kahoot-dur, Learning Apps-dir və daha çox, yəni Web2 aləti də mövcuddur ki, o da ayrıca bir təlimdir. Sonra demək, burada da yazıbdır, baxın, bəzi faydalı və praktik tətbiqlərə nümunə kimi Wordwall-dur, Kahoot-dur, Educandy-dir, Educaply-dır, Quizizdir, hansı ki, burada siz tapşırıqlar da hazırlaya bilərsiniz, quizlər, testlər hazırlaya bilərsiniz. Duolingo-dur, Duolingo haqqında da yəqin ki, bilmiş olarsınız. Bax, bunlar hamısı nədir? Demək, oyunlaşdırma. Oyun əsaslı öyrənmək isə təkcə tapşırıqları deyil, öyrənmə prosesinin özünü bütövlükdə oyun əsaslı qurmağı nəzərdə tutur. Məsələn, hansısa əsəri öyrənmək üçün səhnələşdirmə etmək və ya alış-verişlə bağlı yeni sözləri kontekstdə tətbiq etmək üçün kiçik yarmarka təşkil etmək mümkündür. Bir növ ibtidai siniflərdə pul mövzusunu keçəndə bu şəkildə yanaşmalar edirlər. Bir başqa nümunəyə müraciət etsək, böyük həcmli məzmunu xırda hissələrə bölüb şagirdlərin təmsilçi rolunda təqdimat etməsinə şərait yaratmaq olar. Məsələn, Azərbaycan iqlim tipləri ərazilər üzrə öyrənərkən hər bir şagirdə sevdiyi və ya qohumlarının yaşadığı, görmək istədiyi rayonu həvalə etmək olar. Məsələn, kimsə çıxış edərək deyir, mən Kürdəmirəm, Kür Araz ovalığında yerləşirəm, yayın isti quru keçir, yayın istiliyindən şikayətindən çoxdur, amma bunun faydaları da var. Nar, hayva, tut kimi dadlı meyvələr, çeşid-çeşid tərəvəzlər bu bol günəş enerjisi sayəsində yetişir. Bununla yanaşı quraqlıq, yağıntının az yağması çətinliklərə səbəb olur. Qış ayları mülayim və nisbətən yağıntılı keçir. Yəni, sizdə də fərqli, misal üçün, mən turşuyam, nə bilim, mən duzam, mən voltmetrəm, mən ampermetrəm, nə bilim, mən klaviaturayam, mən kompüterin ekranıyam. Yəni, bu artıq nədir? Oyun əsaslı öyrənmə. Artıq onlar özləri üçün bir məzmun quracaq, yaradacaq. Və bunu haqqında informasiya vermək üçün Kürdəmir haqqında informasiya verirdi bu uşaq, düzdürmü? Demək, nə etməlidir? Araşdırmalıdır, Kürdəmir haqqında geniş informasiyanı toplamalıdır ki, sonra təqdim etsin. Aydındırmı? Demək, bundan başqa onlayn platformalarda xüsusilə informatika fənni üçün məzmun öyrədən oyunları qeyd etmək olar. Block Games var, Codris var və mən sizə göstərdiyim deyək ki, digər tətbiqlər var. Oyun vasitəsilə öyrənmə prosesinin təşkil edilməsi bir çox cəhətdən faydalıdır. Üstünlüklər də nədir? Həm birinci, ən böyük üstünlük odur ki, onsuz da uşaqların bu kompüterə, IT texnologiyalara həddindən çox marağı var və biz onları ondan çəkindirə bilmirik. Daha yaxşı olar ki, bu tip dərsləri keçməklə heç olma onların bu kompüter olan həvəslərini biz də öz faydamız üçün yönləndirək. Dərsə öyrənməyə maraq oyadır, interaktivliyi, iştirakçılığı artırır, yerində sürətli əks əlaqəni təmin edir, mərhələli, pilləli inkişaf aydın göstərir, kontekst öyrənməni təmin edir, əməkdaşlıq və sosial öyrənməyə imkan verir. Sonra digər bir məsələ diqqətdə saxlamalı olduğumuz oyunla öyrənmə zamanında məqsəd göz ardı edilmədən təşkil edilməlidir. Yəni, mən elə uşaqlara oyun oynadıram xatirinə deyil, konkret mənim reallaşdırmalı olduğum təlim nəticəm var, konkret mənim standartım var, məqsədlərim var, ona uyğun seçəcəm oyunu da. Mənim əsas məqsədim nədir? Standartı reallaşdırmaq, təlim nəticəsinə çatmaq. Sadəcə bu oyun məsələləri mənim resursum kimi götürürük. Bu mənim resursumdur. Bunun vasitəsilə, bu mənim silahımdır. Bu silah vasitəsilə mən uşaqları irəli aparacam. Aydındırmı? Yəni, burada sadəcə oynasınlar, dursunlar deyil. Bizim əsas məqsədimiz təlim nəticəsini reallaşdırmaqdır. Birbaşa təlimə gəldikdə, demək, dərsin effektiv planlaşdırması uğurlu tədrisin təməlidir. Birbaşa təlim üçün də dərsin hər tərəfli planlaşdırılması istənilən halda planlaşdırma ən önəmli, ən vacibdir. Düşünülmüş şəkildə hazırlanmış tədris materiallarının və aydın tapşırıqların olması vacibdir. Demək, birbaşa təlim tədrisdə yeni yanaşma deyil. Artıq biz elə ənənəvidən bu yana doğru belə deyək də bu birbaşa təlimlə gələ-gələ dururuq. Əsası 60-cı ildə Siegfried Engelmann və Wesley Beckerin sosial cəhətdən əlverişli uşaqlar üçün hazırladığı məktəbə qədər təhsil proqramı ilə qoyulubdur. Amma orada olduğu kimi də davam etməyib də.
Birbaşa təlim yanaşması, aydın təlimatlar, aktiv öyrənmə və reflektiv təlim vasitəsilə şagirdlərin akademik nəticələrini və özgüvənini artırmaq məqsədi daşıyır. Tədrisin kiçik hissələrə bölünüb, scaffolding tətbiq edilməsi ilə, yəni müəllimin istiqaməti ilə, ilişib qalan yerdən yol göstərməsi ilə öyrədilməsi, şagirdlərin yüksək səviyyəli öyrənməsinə gətirib çıxarır. Sonra gələk əsas məqamlara baxaq, çünki bizdən onu kim yaradıb, kim kəşf edib məsələsi soruşmayacaqdır. Demək, birbaşa təlimin özlüyündə dayanan əsas fəlsəfi prinsiplər nələrdir? Bütün şagirdlər öyrədilə bilər. Yenə də bir daha vurğulayım, əgər uşağın əqli geriləməsi yoxdursa, fiziki əlilliyi olsa belə öyrənə bilər. Uşağın əli ayağı yoxdursa, öyrənə bilər. Misal üçün, nitqində çətinliyi varsa, öyrənə bilər. Görmədə əlilliyi varsa, öyrənə bilər. O zaman öyrənmədə çətinlik yarana bilər ki, uşaqda beyin iflici var, uşaqda əqli cəhətdən geriləmə var və s. Onlar da müəyyən bir şeylər götürəcək, amma tam-tamına deyil, təbii ki. Bu baxımdan da deyir ki, bütün şagirdlər öyrədilə bilər. Bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf edə bilər. Təlim ilə təşkil olunmalıdır ki, şagirdlərin öyrədilən məlumatları yanlış anlaması ehtimalı azaldılsın və təlimin effektivliyi gücləndirsin. Onsuz da bu fərqi yoxdur. Hansı dərs modeli olur olsun, bütün məqsədimiz eynidir. Birbaşa təlimin addımları. İlk öncə yenə də planlaşdırma lap əvvəldə gəlir. Demək, dərslər ətraflı şəkildə planlaşdırılmalı, müəllimlər hər bir məlumatı aydın təlimatlarla təqdim etməli və şagirdlərə prosesdə iştirak imkanları yaratmalıdırlar. Şagirdlər yeni bilik və bacarıqları mənimsəyənə qədər vaxt ayrılmalıdır. Müəllim müşayiəti ilə təlim zamanı müəllimin rəyləri, müstəqil fəaliyyət mərhələsində şagirdlərin refleksiyaları və tədrisdən bir müddət keçdikdən sonra verilən şagird rəyləri və bu təlimin vacib elementləridir. Burada hansı mərhələlər var? Təlim və ya müəllim. Giriş və öyrənənlərin nəzərdən keçirilməsi yolu ilə öyrənmə üçün zəmin yaradır. Şagirdlərin nə etməli olduqları ilə bağlı aydın izahlar təqdim edir. Təlim nümayiş etdirir və bir şeyin necə ediləcəyini göstərir. Şagirdlərlə öyrənmənin tətbiqini təşkil edir və bu prosesi izləyir. Bir növ daha çox ənənəviyə yaxındır. Şagirdlərin uğur qazanacağına əmin olduqdan sonra onların müstəqil işləməsinə şərait yaradır. Şagird öyrənməsini, qiymətləndirməsini aparır və öyrənməni aydın şəkildə sonlandırır. Başqa sözlə, sonda dərsin nə ilə bağlı olduğunu xülasəsini verir. Bir sözlə, birbaşa təlim bir növ ənənəviyə yaxın olan təlim modelidir və burada daha çox scaffoldingdən daha çox, yəni bir var Piaget'nin misal üçün problemi at ortaya, kənardan izlə yanaşması var. Bir də var Vygotsky'nin scaffolding et, yəni birinci özün göstər, birinci özün nümayiş et, bir neçə nümunəni özün təqdim et, sonra uşaqlar sənin nümunənə baxsın və öz nümunələrini yaratsınlar. Bir növ ənənəvdə deyək ki, müəllim nə edirdi? Dərs izah edirdi, təlimatları verirdi, sonra bir-iki şagirdi çıxardırdı, lövhədə tapşırığı həll edirdi, sonra deyirdi, hə, açın kitablarınızı filan tapşırığı işləyin, bir dənə də tapşırığı evə verirdi. Bir nə bu şəkildə yanaşmaq. Sonra təlim prinsiplərinin Rosenstein necə bölübdür? Tədrisə daha öncə öyrənilən qısa təkrar ilə başlayın. Ənənəvdə olduğu kimi. Uşaqlar, bizim keçən dərsimiz nə idi və s. yanaşması və yaxud da bu mövzuya uyğun bir başlanğıcın verilməsi ki, köhnə dərslə bir növ yeni dərsin arasında əlaqənin yaradılması. Təkrarları necə etdirmək? Əslində bunlar, belə deyək də, təkliflərdir. Sizin özünüz yenə də öz metodikanızdan istifadə etməklə fərqli şəkildə də, yəni bu dərslərinizə dad qata bilərsiniz. Dərsin təkrar hissəsi üçün aşağıdakı fəaliyyətlərdən istifadə etmək olar. Görürsünüz, burada belə demir ki, məhz bunu belə istifadə etmək olar deyir. Demək, şagirdlərdən çətinlik çəkdikləri və səhv etdiyi məqamları bölüşmələrini istəmək və onları yenidən nəzərə yetirmək. Uşaqlar, kimin nə çətinliyi var, kimin sualı var, başa düşmədiyiniz bir hissə varmı? Bunu zaten siz edirsiniz sinifdə.
Sonra prinsip 2. Yeni materialı kiçik hissələrlə təqdim edin və hər hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Müəyyən bir məqamı verdiniz. Qısa müzakirə, istiqamətlər, yol göstərirsiniz. Sonra isə nə edirsiniz? Şagirdləri həmin o hissə ilə bağlı tətbiqə cəlb etmək. Yəni fəaliyyətə. Sonra üçüncü prinsip. Modellər və işlənmiş nümunələr təqdim edin. Bu şagirdlərə problemləri daha tez və ya daha yaxşı həll etməyə kömək edəcək. Demək, nə edirik? Nümunələr veririk, nümunələr təqdim edirik. Yəni, onlar da nümunələr gözünün qarşısına olduqca, onlar da demək, həmin nümunə əsasında öz verilən tapşırıqlarını işləmiş olurlar. Və burada bir nümunə göstəribdir. İşlənmiş nümunəyə misal. 14 plus 4 vuraq x bərabərdir 20 misalında x-i tapmaq üçün biz bu addımlara əməl edirik. Baxın, addımları göstərib, bir nümunə verdi. Sonra uşaqların öz ixtiyarına buraxacaq ki, onlar da öz tapşırıqlarını yazsınlar. Anlamanı yoxlamaq, bunu da siz bütün dərslərdə demək olar ki, edirsiniz. Anlamanı necə yoxlaya bilərik? Suallar verməklə, uşaqların müzakirədə iştirakı, onlara verdiyi cavab əsasən bilirik ki, uşaqlar anlayıb, anlamayıb. Sinifdə ümumi vəziyyət necədir? Suallar vermək, şagirdlərdən mövzunun təqdim olunan hissəsini ümumiləşdirmələrini istəmək. Çünki təqdim olunan mövzunu əgər ümumiləşdirə bilirsə, şagird öz sözlərlə demək anlayıbdır. Çünki ümumiləşdirmək, qruplaşdırmaq, sistemləşdirmək anlama mərhələsinin açar sözləridir. Şagirdlərdən digər şagirdlərin cavablarla razı olmadıqlarını soruşmaq. Yenə də anlayıbsa, o danışacaq. Anlamanı yoxlamanın iki əsas məqsədi var. Şagirdlərin uzun müddətli yaddaşındakı digər öyrəndikləri əlaqələrin möhkəmləndirməsinə səbəb olur. Müəllimə yeni materialların tədris edib etməməklə bağlı məlumat verir. Yəni, bir növ artıq siz anlamanı yoxlayarkən həm də formativ keçirirsiniz. Bu artıq sizə imkan verir ki, sinifin bu indi keçdiyiniz mövzu ilə bağlı vəziyyəti necədir? Yəni, mən bu mövzunun üzərində qalımmı, yoxsa növbəti dərsdə yeni mövzuya keçid edilmə? Sonra prinsip 5. Şagirdlərin sizin köməyinizlə yeni mövzunu təqdim etməsinə şərait yaradın. Yenə də sözlərlə ifadə etmək, başa düşdüklərini, anladıqlarını nümayiş etdirmək. 6-da çətin tapşırıqlar üçün müvəqqəti dəstək vermək, yəni scaffolding etmək. Sonra burada da addımlar göstərir şagirdlərə istiqamət vermək üçün. Dəftərdə mərkəzi qutu çəkin və mövzunun adını içərisinə yazın. Mövzuya nəzər yetirin və 4-6 arası əsas ideya tapın. Hər bir əsas ideyanı mərkəzi qutunun aşağısında digər qutuda yazın. Hər bir əsas ideyanın aşağısında 2 və ya 4 fakt zadlayın. Əslində siz bunu siniflə də edə bilərsiniz. Lövhədə şaxələndirmə üsulundan istifadə etməklə klasterdən və ya uşaqların özünə klasterdə qutu məsələsi deyib klaster kimi də verə bilərsiniz. Bu daha sadə olacaq. Scaffolding strategiyalarına nümunələr. Müəllimin səsli düşünməsi. Yəni, danışaraqdan, yəni onun nitqini şagirdlər də işləyəcək. Müəllimin şagirdlər edə biləcəkləri mümkün səhvlər barədə məlumatlandırması. Uşaqlar, baxın, bu səhvlər ola bilər, bu qarşınıza çıxa bilər. Müəllimin şagirdlərə öz işlərini dəyərləndirmələri üçün checklist, yoxlama siyahısı verməsi. Belə deyək də, meyarlar olan bir siyahı təqdim edə bilərsiniz. Ki, bax, gör, sən burada olan tələblərin hamısına bu tapşırığında əməl etmisənmi? Sonra şagirdlərə ekspert nümunələrinin təqdim edilməsi. Və gəldik 2-2-1-ə. Qiymətləndirmə haqqında ümumi məlumat, qiymətləndirmənin növləri və s. Burada dayanaqmı, yoxsa davam edəkmi? Nə düşünürsünüz? Yəni, çox olur, sonra elə bir çatdırma olmur. Tamam. Qiymətləndirmə böyük. Baxaq görək. Bizdə bugünə hansı mövzuydu? Biz demək son olaraq nəyə keçdik? Bu 2-2-1-dir. 2-1-12-ni keçdik. 2-1-13-ü keçdik. Bu mövzu da biraz dərindir. Biraz da çürüdüblər əslində. Lazım olmayan məzmunu çox salıblar. Kitabda o qədər səhifəni fırlayırsan, nəticədə hamısı yeni şeyin üzərinə gəlir. Demək, 2-1-13-də. Bəzən görə o mövzunu oxuyanda cümlələr çox qarışıq deyil. Yadda qalmır bəzən. Hansılar
uşaqlar yadınızda qalmasa, bugün dediyiniz kimi müraciət edin. Qeydlərinizi götürün baxdıqca. Nə yadınızda qalmasa, hansı çətinliyiniz varsa deyin. Deməli, bizdə 29-u ikinci gündür da. Hə, 29-unu tamam, düz gəlirik. İnşallah biz demək, yekunlaşdırırıq ən gecə. Haradasa mayın, təxminən mən qeyd etmişəm, mənim əlində olan yazılara görə 1, 2, haradasa 20-si, 23-ü aralığında bitiririk. Bizim orada qəşəng vaxtımız qalır. Tez və bir daha tez təkrar. Yəni bu şəkildə davam edəcək inşallah sizlərlə. Və çox şükür geriləməmiz aradan qalxıbdır. Tamına tarixlərimiz də mən qurduğum proqramlar üst-üstə düşür. Demək. Sualınız varmı? Bəli. Sualınız var mı? Yox, əsas mən deməzdim testdə. Əsas mövzudur, məzmundur. Mövzunu öyrənəndən sonra testlər asandır. Testlər bizi sadəcə təkrarladır. Ona görə mən deyirəm, mövzu bitsin. Mövzu bitdikdən sonra biz başdan qayıdacaq testlərin üzərinə. Yəni bir dəfə çalışacağım. Testlər daha sonra möhkəmlənir da. Bəli. Bir dəfə çalışacağım testləri bir dəfə çalışacağım, ardıcıl gedək mövzu. Sonra mən keçəcəm, artıq qarışdıracağım testləri. Qatma qarışıq testlər verəcəm sizə. Yəni hamısı standart, stabil, bu mövzunun testi deyil də. Biraz ondan, biraz bundan. Çünki sizin qarşınıza imtahanda standart deyək ki, ancaq təfəkkürlə bağlı test çıxmayacaq. Ona görə qarışıq testlərinin də içərisində baş çıxartmağı öyrənməlisiniz. Bu qədər müəllimlər. Hər hansısa bir sualınız varsa buyurun. Var mı sualınız? Kimsə sualı var? Anlaşılmayan, qaranlıq qalan bir məqam var. Üsullardaydı demə. Müzakirə xəritəsi. Aha. Bəli. Orada bir qarışıq müzakirə xəritəsi. Tamam. Əslində ən asan olan üsullardandır. Ola bilsin nə eləsə onu qarışdırırsınız. Və burada sxemi də var onun, müzakirə xəritəsinin. Bax, bu üsulu deyirdim. Kipling modeli 4M1KH-da deyilir, Kipling modeli də deyilir. Layihə əsaslı dərslərdə daha çox istifadə olunan, baxın, layihənin hazırlanması, istifadə olunan iş üsuludur. Sizin testlərdə də qarşınıza çıxsa ki, orada versələr ki, bir neçə dənə iş üsulu və sual bu olsa ki, layihə əsaslı dərslərdə istifadə etmək üçün ən uyğun üsul hansıdır? O zaman 4N1KH-ı seçə bilərsiniz. Demək, müzakirə xəritəsi dediniz, eləmi? Evet. Tamam. Müzakirə xəritəsi ilə bağlı biz sizinlə danışmışdıq. Demək, hər hansı bir mövzu ola bilər. Bu, məsələn, burada düzdür. Bir əsərdən, ədəbi əsərdən nümunə veribdir müzakirə xəritəsi. Amma siz öz fənninizlə bağlı yaza bilərsiniz. Məsələn, tutam, bütöv bir sinfi bura yazdınız, sürünənlər sinfi və yaxud, nə bilim, məməlilər və yaxud gülçiçəklər fəsiləsi, nə bilim, paxlalılar fəsiləsi yazdınız. Ondan sonra oradan bir növ şaxələndirmədir. Çıxarırsınız, demək, sırf həmin mövzuyla əlaqəli olanları. Sonra da yavaş-yavaş onların içərisində, məsələn, tutalım ki, suda quruda yaşayanlar yazdınız bura. Burada birincidə deyək ki, balıqlardır, nə? İkincidə qurbağadır deyək ki, misal üçün, mən yanlış edirəmsə üzürlü sayın, biolog deyiləm. İndi birincidə balıq idi, eləmi? Birincidə mövzu yerində deyək ki, yazdıq balıq, misal üçün. Bu balıq deyək, o deyir sizi, nə bilim, qəlsəmədir, nə bilim, onurğadır, nə bilim, nədir? Tutaq ki, biz dediniz ki, sürünənlər də, sürünənlər dediniz mi? Məsəl üçün, dəstələrindən gedə bilərikmi? Hərdə necə istəyirsiniz, o sizin öz yanaşmanızdan asılıdır, amma siz onu etmirsiniz də, siz bir də fikir atırsınız ortaya və onun təhlilini verirsiniz uşaqlara. Bu daha çox yekun dərslərdə, ümumiləşdirici dərslərdə sürünənləri keçib bitirmisiniz ha.
keçib bitirmisiniz. Şaxələndirmə klaster yeni dərsin başlanğıcında veririk. Onlar bildiklərini şaxələndirir, sonra dərs boyu dərsi keçirsiniz, yeni öyrəndiklərdə gətirib oralara qoşurlar, təzə öyrəndiklərini, hansı ilə əlaqəlidir. Burada isə müzakirə xəritəsində olub bitmiş dərsi bir növ ümumiləşdirirsiniz, yekunlaşdırıcı dərslərdə. Ümumiləşdirici dərslərdə bunu təqdim etməniz daha məsləhət. Sürünənləri bitirdinizmi? Gətirin orada bir dənəsini siz sürünənlər sözünü yazın, uşaqlar onu bir növ şaxələndirə geçsinlər, bir-birlərinin içərisindən o təhlilləri çıxara. Amma gördüyünüz kimi hər birisinin özünə aid olan. Deyək ki, burada əgər sürünənlərdən birinci burada ilan yazıbsa, o ilana aid olanları burada demək dağda gedir. Düz tutalım ki, orada görəcəksiniz uşaqlar o qədər maraqlı ideyalar gəlir. Düz getdi orada azfarmiya qədər, dərman preparatının istehsalına qədər gedib çıxacaq ilan zəhərində. Sonra digər sürünəndən yazdı, deyək ki, nə bilim kərtənkələ, başlayacaq onunla danışmağa. Aydındırmı? Onun nə bilim burada yazacaq, deyək kərtənkələ diri bala doğur, nə bilim, və yaxud yumurta qoyur, neynir. Eyni şaxələndirəcək. Burada da tutalım ilanlar şaxələndirdi. Diri bala doğanlar, nə bilim, yumurta ilə çoxalanlar. Sonra zəhərlilər, nə bilim, zəhərsizlər. Sonra Azərbaycanda mövcud olan növləri. Yəni, hamısını təhlil edə gedəcək. Yenə də vurğuladığım kimi, bu çox zaman alan bir şeydir. Ona görə ümumiləşdirici dərslər üçün daha əlverişlidir. Ki, yəni, biz görək bu uşaqlar yəni bunu nə qədər mənimsəyib, yoxsa mənimsəməyib. Aydındır? Bəli. Adından bəllidir. Müzakirə xəritəsi. Baxın, xəritə kimi qurublar. Xəritədir sanki. Çaylar, göllər xəritəli necə öz əksini tapır, oradan ora çəkirlər, yollar və s. Burada da keçdiyiniz mövzunun xəritəsidir. Müzakirə üçün olan xəritə. Aydındır? Anladım indi. Prosta burada misal biraz elə bir ki, çəkilən misal biraz elə bir o qədər başa düşməmişdim. Sonra nə bilim fizikadan hər hansısa bir bölməni qoydunuz ortaya, bölmədən şaxələndirdiniz ümumiləşdirici dərsdə. İnformatikadan bölməni qoydunuz ortaya, oradan şaxələndirdiniz. Yəni orada uşaqlardan səslənən fikirlərə görə siz biləcəksiniz ki, sinifdə bu dərs tam olaraq yekunlaşıb yoxsa yox, ümumiləşdirmənin nəticələrini orada görəcəksiniz. Hansısa orada baxacaqsınız da, hansısa şagird görürsünüz, aktiv iştirak etmir, onu da cəlb edirsiniz. Müxtəlif istiqamət verici, yönəlici suallarla verirsiniz ki, həmin şagird də dərsə cəlb olunsun. Aydındır? Çox sağ olun. Bu günlər çox o şey əsas chat proqramına görə elə belə şeydən, o nədir ki, siz o ən sadəsini mən sizə göstərim. Daha mükəmməlləri var. Həddindən çox mükəmməlləri var. Özüm işləmirəm olmaqla, yəni müəllimlədir. Məsələn, siz ondan yararlı ola bilər bu. Harada işləyir qaynananız? Məktəbdə müəllimlər icra. Hansı məktəbdə? Kənd Qax. Aydındır. Siz Qaxda qalırsınız? Qaxın kəndində. Tamam. Bizim orada hələ ki, belə geniş layihələrimiz olmayıbdır, amma Qubada çox layihələrimiz həyata keçirilibdir. İnşallah orada qeyd çıxarıq, maarifləndirərik. Nazirliyin xəttindən olsa ödənişsiz olacaq təbii ki. Bu qədər. Başqa sual olan var? Müəllimlər. Sağ olun müəllimə. Oldu. Sağ olun. Gecəniz xeyrə qalsın. İkinci gün görüşərik inşallah. Müəllimə bu mövzunun testləri işlənməlidir, əmi? Bəli, bitirdik artıq. Növbəti dərsdə istəyirsiniz özünüz üçün qeyd götürün. Növbəti dərsimiz olacaq. 2 nöqtə neçə idi orada? Qiymətləndirməyə qədər də o bir şey. Qiymətləndirmədən başlayacaq, bəli. Deyim də səhifə 100. Səhifə 100, yadda qalan səhifədir. Qiymətləndirmə mövzusu. İnşallah bunu 2 dərsə bitirsək çox əla olar. Oldu müəllimlər. Biraz bu da uzana gedir acı bağırsaq kimi. Oldu. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun.